Axşamınız xeyir müəllimlər. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Axşamınız xeyir hamımızın. Axşamınız xeyir. Necəsiz müəllimlər? Çox sağ olun müəllimə. Yaxşı olasınız. Mən ekran paylaşımı eləmişəm. Sizdə görünürmü? Zəhmət olmasa mənə bir bildirin. Görünür. Hə, lap yaxşı. Görünür. Quşlar sinifinə başlayaq. Bu günləri Olacaq mənim. Hə, mövzuya keçək. Hə, testə də baxacağıq. Narahat ol, hamısına baxasıyıq. Yox, müəllimə, arada qoyda bir dəqiqə gözləyin. Bəli, bəli. Demək müəllimlər, bu gün quşlar sinifi deməli xordallar tipinin qoy müəllimlər qoşulsunlar. Demək biz dedik ki, salam müəllimə, salam. Salam müəllimə, bugün dərslərdə izah olacaq. Demək, Müəllimə, buyurun müəllimə. mən test işləməmişəm, onu Olsun müəllimə. Yox, bu gün dərs izahıdır Vüsalə müəllimə. Bu gün dərs izah eləyirik. Başlayaq ki, çatdıra bilək. Demək müəllimlər, quşlar sinifi xordallar tipinin, onurğalılar və ya kəlləlilər yarım tipinin növbəti sinifi də biz dedik ki, quşlar sinifidir. Quşlar sinifi xordallar tipinə aiddir. Quşlar sinifi onurğalılar və ya kəlləlilər yarım tipinin nümayəndələridir. Və qeyd eləyək ki, bu sinifin, ümumiyyətlə quşlar sinifi xordallar tipinin ən cavan sinifidir. Nəyə görə? Çünki ilk dəfə olaraq Mezozoy erasının Tiras dövründə ilk məməlilər yaranıb. İlk məməlilər də ördək burun və yexidna idi. Daha sonra Mezozoy erasının Yura dövründə isə quşlar meydana gəlib, yəni quşlar yaranıbdır. Deməli, ona görə biz deyirik ki, ilk məməlilər birinci yaranıb, quşlar sonra yaranıb. Deməli, istiqanlılıq da ilk dəfə məməllərdə yaranıb, onda belə çıxır ki, yəni, qeyd eləyək ki, birinci biz nəyə götürəcəyik? Məməlləri götürəcəyik. Deməli, qeyd etdik ki, quşlar sinifi xordallar tipinin ən cavan sinifidir. Mezozoy erasının Yura dövründə ilk quşlar yaranıb, lakin Mezozoy erasının təbaşir dövründə isə əsil quşlar yaranıb. Yəni, əsil quşlar, ali məməli heyvanlar, tozlayıcı həşəratlar, örtülü toxumları soruşanda Mezozoy erasının təbaşir dövrü götürəcəyik. Deməli, ilk quşlar Mezozoy erasının Yura dövründə, əsil quşlar Mezozoy erasının təbaşir dövründə yaranıb. Onurğalıların ən cavan sinifi quşlar sinifidir. Çünki Mezozoyun Tiras dövründə yexidna və ördək burun ilk məməlilər yarandı. Mezozoyun Tirasdan sonraki Yura dövründə isə quşlar yarandı deyirik. Ona görə də quşları biz xordalların, onurğalıların ən cavan sinifi kimi qəbul edirik. Deməli, müəllimlər, quşların xüsusiyyətləri, yəni öz digər xordallardan quşları fərqləndirən xüsusiyyətlər nədən təşkil olunmuşdur? Birinci növbədə qeyd eləyək ki, quşların bədəni xaricdən quru dəri ilə örtülüb. Görürsünüz, quru dəri ilə, yəni quru və siz dəri ilə örtülüb deyirik. Və qeyd eləyək ki, vəzsiz dəri nə mənada? Yəni, qurbağalardan fərqli olaraq dəri vəzlərlə zəngin deyil. Sürünənlərdəki kimi dərisi quru və vəzsizdir. Sadəcə olaraq yeganə bir dənə büzdüm sümüyünün üzərində büzdüm vəzi var ki, o da su quşlarında daha yaxşı inkişaf eləmişdir ki, quş dimdiyi vasitəsilə bu vəzi sıxır, piy əldə edir və həmin piy tüklərinə sürtür ki, bu da quşların suda islanmasının qarşısını alır. Xüsusilə də su quşlarında ördəklər, qazlar, qu quşları bunlarda daha yaxşı inkişaf eləmişdir, deyirik. Və bədən üzəri... Salam müəllimə, salam, axşamınız xeyir. Və ilk dəfə olaraq quşlarda əmələ gəlib lələk örtüyü və xordallar tipinin, yəni onurğalıların heç bir sinifində lələk yoxdur. Yeganə olaraq quşlarda biz deyirik ki, lələk örtüyü əmələ gəlib və lələk örtüyü deyək ki, belə istiliyin xaricə verilməsinin qarşısını alır. Yəni, bu lələk örtüyünün əmələ gəlməsi quşda bədən temperaturunun, bədən istiliyinin xaricə verilməsinin qarşısını alır. Bundan başqa əmələ gəlib çənələr. Çənələr bunlarda dimdik əmələ gəlib. Yəni,
Çənələr dimdiyə çevrilibdir. Bunların dişləri yoxdur. Dişlərin olmaması uçmaqla əlaqədardır. Yəni bədəni yüngülləşdirməklə əlaqəlidir. Dişlərin olmaması, sidik kisəsinin olmaması, yalnız sol yumurtalığın varlığı. Yəni bunların dişləri yox idi, bunların sidik kisəsi yox idi, bunların sağ yumurtalığı yox idi. Sağ yumurtalıq yox idi. Bu da uçmaqla əlaqədar baş verən uyğunlaşma idi. Bundan başqa ilk dəfə olaraq hava kisələri, tənəffüs sistemində hava kisələrinin meydana gəlməsi, ikiqat tənəffüsün meydana gəlməsi, borlu sümüklər, belə deyək də, içərisi boş, yəni pnevmatik sümüklərin meydana gəlməsi. Bundan başqa deyək ki, ürəkdən deməli, ürəkdən belə götürək ki, deməli, sağ aorta qövsünün, bəli, məməlilərdə sol aorta qövsü, bunlarda sağ aorta qövsünün çıxması. Bundan başqa qeyd edək ki, deməli, bəli, deməli, ürəkdən sağ aorta qövsünün çıxması. Məsəl üçün biz yadımızdadır, dedik ki, ümumiyyətlə suda quruda yaşayanlarda, deməli, sürünənlərdə, suda quruda yaşayanlarda sağ və sol aorta qövsü var idi. İki aorta qövsü çıxırdı. Timsahlarda belə. Məməlilərdə yalnız sol aorta qövsü idi. Deməli, bunlarda isə, yəni quşlarda isə sağ aorta qövsü çıxır deyirik. Bundan başqa qeyd edək ki, bunlarda döş sümüyünün üzərində tilin əmələ gəlməsi, döş əzələlərinin güclü olması, sonra qeyd etdik ki, diri bala doğan nümayəndələri quşların yox idi. Yəni, məsəl üçün, biz sürünənlərdə dedik ki, balıqlarda dedik ki, yadınızdadırsa, hambuziya balığı ilə dəniz xanısı diri bala doğurdu. Sürünənlərdə dedik ki, qızılı mabuya idi, gürzə idi, bunlar diri bala doğurdu. Lakin quşun diri bala doğan nümayəndələri deyirik ki, yoxdur. Bədən temperaturları sabitdir, adətən 42-43 dərəcə Selsiyə çatır və bədən temperaturu ətraf mühitin temperaturundan asılı deyil. Əgər bunu qrafik şəklində çəkib göstərmək istəsək, onda bədən temperaturunun ətraf mühitdən asılılıq qrafiki həm məməlilərdə, həm quşlarda bu cür götürülür. İstiqanlı heyvanlardır. İlk dəfə olaraq istiqanlılıq 1-ci mezozoin teras dövründə ilk məməlilərdə, daha sonra isə Yura dövründə quşlarda meydana gəlmişdi deyirik. Deməli, bax, bu xüsusiyyətlər, bu cəhətlər quşları digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Deməli, qeyd eləyək ki, ümumiyyətlə, quşların... Körpücük sümüyünün çəngəl sümüyünün deyəcəm, müəllimə, deyəcəm, skeletdə deyəcəm onları. Təsnifatına gələndə deyirik ki, ümumiyyətlə, quşların 8600 növü məlumdur və bizim ölkəmizdə onların 362 növünə rast gəlinir. Yəni 8600 növdən ölkəmizdə 362-sinə rast gəlinir deyirik. Və qeyd eləyək ki, ümumiyyətlə, təsnifatına gələndə bayaq da müəyyənləşdirdim ki, quşlar deməli, aləm olaraq heyvanlar aləminin nümayəndəsidir. Tip olaraq xordallar tipinin nümayəndəsidir. Çünki onların da rişeyin mərhələsində onlarda ilk öncə xord əmələ gəlir, sonra xorda onurğa ilə əvəz olunur. Yarım tip olaraq onurğalılar və ya kəllərlər yarım tipi və sinif olaraq quşlar sinifinin nümayəndələridirlər. Ümumiyyətlə, bütün quşlar uça bilir ifadəsi yanlış bir ifadədir. Çünki dəvə quşu ilə onlara biz tilsizlər də deyirik. Dəvə quşuların döş sümüyünün üzərində til yoxdur. Ona görə tilsizlər də deyirlər və pingvinlər. Bunlar uça bilmirlər. Yəni, bütün quşlar uça bilir ifadəsi yanlışdır. Bütün quşlar diri bala doğur ifadəsi yanlışdır. Ümumiyyətlə, belə qeyd eləyək ki, deməli, uçmaqla əlaqəli olaraq quşlarda bir sıra uyğunlaşmalar yaranıb. Məsəl üçün, onlardan biri də ön ətrafların, quşun əslində 4 ətrafı var. Əksəriyyət quşlarda 4 ətraf var, kividən başqa. Kividə biz 2 ətraf götürəcəyik, çünki kividə qanatlar yoxdur. Yəni, qanatlar rudiment halını alıbdır. Kividə 2 ətraf götürürük, lakin digər quşların əksəriyyətində biz 4 ətraf götürəcəyik və ön ətraflar da bunlarda deyəcək ki, qanada çevrilibdir. Lələ örtüyünün meydana gəlməsi, içi boş pnevmatik sümüklərin meydana gəlməsi, dişlərin reduksiyaya uğraması, bir qism bəzi sümüklərin birləşməsi, sümük birləşmələrinin əmələ gətirməsi və s. misal göstərmək olar. Ümumiyyətlə, göyərçinin xarici quruluşu, yəni quşların xarici quruluşuna biz göyərçinin misalında baxacağıq. Göyərçinin bədəni başdan, boyundan, gövdədən və ətrafdan təşkil olunub. Deməli, bunlar testlərə düşür, ona görə də neçə hissədən təşkil olunub dedik?
başdan, boyundan, gövdədən və ətrafdan təşkil olunub deyirik. Baş hissəyə əvvəl nəzər yetirək. Ümumiyyətlə, quşların başı gövdəyə hərəkətli birləşib deyirik. Hətta belə bir şey qeyd edək ki, ümumiyyətlə, başını əksəriyyət quşlar deyir ki, 180 dərəcə çevirə bilirlər. Məsəl üçün, bayquşlarda isə 270 dərəcə deməli götürürük. Yəni əksəriyyət quşların boyunu əksəriyyət deyəndə ümumiyyətlə belə deyək ki, bütün quşlar demək olar ki, bütün quşların boynu hərəkətlidir ifadəsi doğrudur. Əksəriyyəti 180 dərəcəyə qədər, hətta bayquşlar 270 dərəcəyə qədər boyunlarını, yəni başlarını çevirə bilirlər, boyunlarını hərəkət elətdirə bilirlər. Bu da onlarda boyun fəqərlərinin sayının daha çox olmasından asılıdır. Məsəl üçün, köhnə variantlarda, kitablarda 11-25 arasında verirdilər. Göyərçinin özündə 14-dür. Lakin hal-hazırda 11-25 yoxdur təzə kitablarda. Sadəcə olaraq bir göyərçində 14 boyun fəqərəsinin olduğunu qeyd etmişdilər. Deməli, başında yerləşir müəllimlər bir cüt gözlər. Bir cüt gözləri var və qurbağalarda, sürünənlərdə olduğu kimi gözdə 3 olmaqla 6 dənə göz qapağı var. Yəni, 3-ü bir gözdə, 3 cüt belə deyirik də. Deməli, 3 cüt nəyi var? Deməli, göz qapağı var. Bunlardan ikisi qırpma pərdəsidir, ikisi yuxarı göz qapağıdır, yəni üst göz qapağıdır, ikisi isə alt göz qapağıdır deyirik. Suda qurda yaşayanlarda 2 dəfə əmələ gəlib, quşlarda da var, sürünənlərdə də var. Deməli, göz qapağı. 6 ədəd nə var? Göz qapağı var. İkisi qırpma pərdəsidir, ikisi üst göz qapağıdır, ikisi isə alt göz qapağıdır ki, qeyd elədik ki, göz qapaqları da gözü qurumaqdan qoruyur. Bundan başqa dedik, çənələri yoxdur. Çənələr dimdiyə çevrilib, üst çənə, alt çənə və üst çənənin dip hissəsində dimdik dibi var və orada burun dəlikləri yerləşir. Bir cüt burun dəliyi var. Burun dəliyi sürünənlərdə, suda qurda yaşayanlarda olduğu kimi həm qoxu, həm də tənəffüs orqanıdır. İlk dəfə balıqlarda meydana gəlib, lakin balıqlarda yalnız qoxu orqanı idi. Suda qurda yaşayanlarda, sürünənlərdə və quşlarda həm qoxu, həm də tənəffüs orqanı kimi iştirak edir deyirik. Bundan başqa qulaqlar, biz bilirdik ki, qulaq xarici, orta və daxili qulağa bölünür. İlk dəfə olaraq qulaq balıqlarda əmələ gəldi, daxili qulaq və otolit üzvləri də orada oldu. Sonra orta qulaq, təbil pərdəsi suda qurda yaşayanlarda meydana gəldi və quşlarda var idi, əmələ gəlmişdi xarici qulaq. Xarici qulağın da biz bilirik ki, 2 şöbəsi var. Xarici qulaq keçəcəyi və qulaq seyvanı. İndi əgər sual olunsa ki, ilk dəfə olaraq xarici qulaq məməlilərdə əmələ gəlib, yoxsa quşlarda, təbii ki də biz məməlilər sinifini götürəcəyik. Çünki ilk dəfə olaraq Mezoerasının Tiras dövründə əvvəl məməlilər əmələ gəlib, ikinci Yura dövründə quşlar. Ona görə də daxili qulaq balıqlarda, orta qulaq təbil pərdəsi suda qurda yaşayanlarda və xarici qulaq deməli əmələ gəlib ilk dəfə məməlilərdə, iç məməlilərdə, lakin quşlarda da nə var idi? Xarici qulaq keçəcəyi var idi. Lakin məməlilərdə qulaq seyvanı olan hissəsi də meydana gəlib dedik. Quşlarda xarici qulaq keçəcəyi, yəni quşun qulaq seyvanı yoxdur. Xarici qulaqdan bircə dənə nə götürürük? Xarici qulaq keçəcəyi var deyirik. Deməli, quşda həm orta qulaq var, həm daxili qulaq var, həm də xarici qulaq var deyirik. Çənələr dedik yoxdur, çənələr dimdiyə çevrilib dedik, dişlər yoxdur, uçmaqla əlaqədar quş dişlərini itirib, dişləri yoxdur. Dərisi bədən xaricdən dəri ilə örtülüb, dəri çox qatlı yasteptel toxmasından təşkil olunub, dərinin üzərində lələklər var, lələ örtüyü uçmaqla əlaqədar meydana gəlib, ön ətrafları qanada çevrilib və ön ətrafları 2 ön ətraf, 2 arxa ətraf olmaqla quşu ətrafları 4 ədəd olur deyirik. Ümumiyyətlə qeyd eləyək ki, quşların belə götürək, əksəriyyəti, ümumiyyətlə deyək ki, belə deyək də, əksər quşlarda 4 ətraf olur. Əksərində 4 ətraf olur. Sadəcə olaraq bir dənə dəvə quşu kimlər dəstəsinin nümayəndəsi kivilər var. Kivi.
Biz orada təkamül təlimində rudimenti keçəndə oradan deməli uça bilməyən kivinin qanatları terminini işlədəcəyik rudiment olaraq. 2 dənə ətrafı var, onun qanadı rudimentdir. Ona görə deyirik kivinin 2 ətrafı var, qalan əksəriyyət quşlarda 4 ətraf var deyirik və 4 ətraf, ikisi ön ətraf qanada çevrilib, ikisi arxa ətraf və ön ətrafda olan barmaqların sayı əksəriyyət quşlarda eynidir. Demək olar ki, bütün quşlarda eynidir, belə deyək. Ön ətraflarda İndi sonra skeletin quruluşunu izahlayanda orada göstərəcəm barmaqları. Ön ətrafda 3 olmaqla cəmi 6 dənə barmağı var. 3 olmaqla cəmi 6 dənə nəyi var? Barmağı var deyirik. Arxa ətraflarda isə 4 barmaq var və bəzi quşlarda, yəni hamısına aid deyil bu, arxa ətrafda 4 barmaq var və bəzi quşlarda, müəllimlər, bəzi quşlarda bu barmaqlar, məsəl üçün göyərçində bu 4 barmağın 3-ü önə, biri isə arxaya və yaxud da ağac dələndə bu 4 barmağın ikisi önə, ikisi arxayadır. Məsəl üçün dəvə quşuda 2 dənə barmaq var. Yəni dəvə quşunun arxa ətrafında 2 barmaq var. Dəvə quşuların digər nümayəndələri emularda, kazuarlarda isə 3 barmaq var. Deməli, məsəl üçün bəzi su quşlarının hətta barmaqlarının arasında bəzi su quşlarının barmaqlarının arasında üzmə pərdəsi yerləşir. Yırtıcı quşlarda isə digər quşlardan fərqli olaraq caynaqlar daha da deməli güclü inkişaf eləmiş vəziyyətdə olur. Yəni arxa ətrafda əksərən neçə barmaq götürürük? 4 barmaq. Yenə də qeyd edirəm, göyərçində onun 3-ü önə, biri arxayadır. Ağac dələndə ikisi önə, İkisi arxayadır. İndi istisna hallar hansılardır? Məsəl üçün dəvə quşularda dedik 2 barmaq var. Və yaxud da yemuda, kazuarda dedik 3 barmaq var. Və yaxud da dəvə quşulardan olan kividə baxmayaraq ki, ön ətrafları yoxdur, onların 4 barmağı var. Və yaxud da ağacdələnin özündə dedik ki, neçə barmaq var? 4 barmaq var. İndi baxın, məsəl üçün tutaq ki, bizə desin ki, göyərçinin cəmi neçə ətrafı var? Deyəcəksiniz ki, göyərçinin 4 dənə ətrafı var. 4 ətraf. Yaxşı, neçə barmağı var? Ön ətrafında 3 olmaqla 6 barmaq, arxa ətrafında 4 olmaqla cəmi neçə barmağı var? Yəni arxa ətrafda 8 barmaq, ön ətrafda 6 barmaq, cəmi 14 dənə nəyi var? 14 dənə barmağı var deyirik. Və eyni zamanda gördüyümüz kimi barmaqlarda da caynaqlar yerləşir. Lakin bizdən soruşsalar ki, yaxşı, bəs dəvə quşudan neçə? Onda deyəcək ki, dəvə quşunun da ön ətrafında 3-6 barmağı var, arxa ətrafında 2-2, 4 barmağı var. Cəmi, deməli, neçə barmağı olur onda? 10 dənə barmaq isə nədə olur? Ağac dələndə olur. Deməli, 14 barmaq göyərçində, 10 barmaq ağac dələndə. Yaxşı, bəs kivini sorsa nə deyəcək? Deyəcək kivinin qanadı rudiment haldadır. Sadəcə olaraq arxa ətrafında 4, cəmi 8 barmağı var deyirik. Deməli, 14 göyərçində. Bəli, buyurun. 10 barmaq dəvə quşunda olmadı ki. Hansı müəllimə? 10 barmaq. 10 barmaq, bəli. 14 barmaq göyərçində. Bəli, 14 barmaq göyərçində, 10 barmaq dəvə quşunda, 8 barmaq isə nədə götürəcəyik? Kividə. Çünki kivinin qanatları deyirik reduksiyaya uğramışdır. Deməli, qeyd etdik ki, quşların bədəni... Caynağı da deyə bilərik, yalnız ayaq ətraflarında, ayaqlarında var, öndə yoxdur. Bəli. Deməli, demək, bədən üzəri xaricdən qeyd etdik ki, çox qatlı yastı epitel toxmasından ibarət dəri ilə örtülüb və dərinin üzərində nə var dedik? Dərinin üzərində lələk örtüyü var və lələk örtüyü quşun bədənini isti saxlamaqla, eyni zamanda uçmasını təmin etməklə və eyni zamanda deyirik ki, deməli, istiliyin xaricə verilməsinin qarşısını almaqda mühüm rol oynayır. Baxın, İndi gəlin lələklərə baxaq. Ümumiyyətlə qeyd eləyək ki, lələyin hissələri deyəndə, baxın, lələyin hissələri, belə yazaq. Lələyin hissəsi, lələk özü bölünür. Lələyin oxu, bir də yelpik. Yelpik. Deməli, qoy buradan səliqəli yazaq. Demək, lələyin hissələri yazırsınız. Nədən təşkil olunub? Oxdan, bir də
yelpikdən, hər bir lələk oxdan və yelpikdən təşkil olunub. Oxdan və yelpikdən. Bu lələyin oxu özü də bölünür. Qələm hissə, hansı ki bu lələyin dəriyə girən hissəsi qələm hissə, bir də gövdə hissə. Gövdə. Bax, buna biz deyirik ox, bu oxdur. Və bu lələyin dəriyə girən bu hissəsinə deyirik qələm, yerdə qalan hissə isə nə deyirik? Gövdə. Yelpikdə isə yerləşir birinci dərəcəli saqqalcıqlar. Məsəl üçün, bax, bunlar birinci dərəcəli saqqalcıqlardır və onların üzərində ikinci dərəcəli saqqalcıqlar. Məsəl üçün, bunlar isə ikinci dərəcəli saqqalcıqlardır. Yəni, üstündə olanları ikinci dərəcəli saqqalcıqlar deyirik. Və saqqalcıqların üzərində yerləşənləri isə qarmaqcıqlar deyəcəyik. Saqqalcığın üzərində yerləşənlərə nə deyəcəyik? Qarmaqcıqlar. Məhz quş qarmaqcıqları vasitəsilə lələk örtüyü yelpik dağlarsa, yəni lələyi dağlarsa, onu qarmaqcıqları bir-birinə deməli düzəltməklə, keçirtməklə lələk örtüyünü bərpa eləyir deyirik. İndi baxın, dedik ki, lələyin hissəsindən biri oxdur, oxa qələm və gövdə aiddir. Qələm dedik ki, lələyin, belə deyək də, oxunun dərinin altına keçən hissəsi, dəriyə girən hissəsinə qələm deyirlər. Xaricdə qalan hissə də gövdədir və yelpikdə o gövdənin üzərində əmələ gəlir. Yelpik özü dedik birinci dərəcəli saqqalcıq, elə bilin ki, bu birinci dərəcəlidir. Bunun üstündəki ikinci dərəcəlidir. Deməli, onun üstündəkilər isə biz nə deyirik? Qarmaqcıqlar deyirik. Deməli, ümumiyyətlə qeyd eləyək ki, quşlarda lələkdir, caynaqdır, dimdikdir, pulcuqdur. Bunlar hamısı dərinin üst qatının törəməsi olan buynuz mənşəlli maddələrdir. Yəni, dərinin üst qatından epidermis qatının törəmələridir. Deməli, müəllimlər, biz ümumiyyətlə lələyi böləcəyik. Belə deyək də, quşun lələyini böləcək bir neçə hissəyə. Bunlar nədir? Bunlara aiddir nə? Biçim və ya kontur lələyi. Biçim nə? Bu birinci. Biçim və ya kontur lələyi. İkinci qu lələyi. Üçüncü tiftik lələyi. Dördüncü qıl lələyi və beşinci sap lələyi. Deməli, 5 dənə lələk növü var quşda. Bunlardan biri biçim və ya kontur lələyidir. Biçim və ya kontur lələyi özü də 3 hissəyə bölünür. Hansılardır? Çalma lələk, sükan lələk, örtük lələk. Örtük lələk elə adından göründüyü kimi quşun bədənini xaricdən örtür və onu xarici təsirlərdən müdafiə edir, qoruyur və bədən səthini örtərək istiliyin xaricə verilməsinin qarşısını alır, belə deyək. İkinci, sükan lələyi quşun qanadında olur. Necə ki, balığın üzgəcləri sükan rolunu oynayırdı. Bu sükan lələyi də quşun quyruğunda olur. Çalma lələklər isə qanadlarda olan lələklərdir. Biz necə balıqlarda demişdik ki, balığın irəliyə doğru hərəkətini təmin edir, sükan rolunu oynayır. Nə? Quyruq üzgəci. Bəs quşun irəliyə doğru hərəkətini nə təmin edir? Quşun irəliyə doğru hərəkətini təmin edən çalma lələkləridir. Yəni, quş qanadı vasitəsilə irəliyə doğru hərəkət edir. Və bu çalma lələyə də biz, indi bunlar yoxdur, artıq çıxarılıb, amma köhnə kitablarda bunlar qalıb ki, birinci dərəcəli və ikinci dərəcəli çalma lələklər olmaqla iki qrupa bölünürlər və biz deyirik ki, qanadın, belə deyək də, pəncədə, ön pəncədə yerləşənlər birinci dərəcəli çalma lələklər, said sümüyünün üstündə yerləşənlər isə ikinci dərəcəli çalma lələklər adlanır. İkinci qu lələyidir. Qu lələyi ilə tiftik lələyi istiliyin saxlanmasında iştirak edir. Həm qu lələyi, həm də tiftik lələyi, baxın şəkillərlə də göstərək. Deməli, bu adını çəkdiyimiz bayaq sükan lələyi, bu isə çalma lələkdir. Bu haqda danışdıq. Qu lələyinə baxaq gəlin. Baxın, qu lələyi örtük lələklərinin altında yerləşərək istiliyin saxlanmasında iştirak edir. İndi baxın, yaxşı, qu lələyinin sükan və ya çalma lələyindən fərqləndirən xüsusiyyət nədir? Burada nə kimi fərqlilik var? Deyirik, qu lələyində qarmaqcıqlar olmur. Yəni, onun gövdəsi, baxanda görürsünüz, bax, beləcə bir gövdəsi var. Deyir, gövdə hissə çox balaca olur, bu formada olur və deyir ki, yelpi əmələ gətirmir. Gövdə hissə balaca olur və yelpi əmələ gətirmir. Yelpi əmələ gətirmir odur ki, yəni, baxın, görün nə cürdür, dağınıqdır. Nəyə görə? Çünki deyir ki, qarmaqcıqları yoxdur. Yəni, o qarmaqcıqlar ola ki, o bir-birinə bağlayaraq qarmaqcıqları yelpi əmələ gətirsin. Görürsünüz, bu hissəyə fikir verin, necə dağınıqdır.
Budur, baxın, elə bil aşağı hissədə burada qarmaqçıqlar olduğuna görə səliqə iləndir. Amma bu aşağı hissədə qarmaqçıqlar olmadığına görə yelpiyi dağınıqdır. Yəni yelpi əmələ gətirmir qu lələkləri. Bəs tiftik lələyi nədir? Tiftik lələyinin funksiyası da qu lələyi ilə eynidir. O da istiliyin saxlanmasında iştirak edir. Sadəcə olaraq tiftik lələyində biz deyirik ki, bu hissədə isə deyirik ki, belə deyək də, ümumiyyətlə tiftik lələyinin gövdə hissəsi yoxdur. Yəni bayaq dedik ki, qu lələyinin gövdə hissəsi çox qısadır. Şəkilə baxanda da bunu görmək olur ki, qu lələyinin, bax burada, qu lələyinin gövdə hissəsi çox qısadır və yelpi əmələ gətirmir. Niyə? Çünki qarmaqçıqları yoxdur ki, səliqə ilə onları bir-birinə dolaşdırıb yelpi əmələ gətirsin. Baxın, burada da baxanda aşağı hissədə sükan və çalma lələklərində örtük lələyinin aşağı hissəsinə baxın. Orada qarmaqçıqlar olmadığına görə yelpik dağınıqdır. Hətta bayaq dedim ki, quş qarmaqçıları bir-birinə keçirməklə lələk örtüyünü bərpa edir. Yəni onu səliqəyə salır. Amma qu lələyinin qarmaqçıqları olmadığına görə yelpi əmələ gəlmir. Bəs tiftik lələyi necə? Tiftik lələyinin gövdə hissəsi yoxdur. Yəni onda saqqalcıqlar elə birbaşa qələm hissədən çıxır. Yəni gövdəsi olmadığına görə yalnız qələmi olur. Yəni oxun dəriyə girən hissəsi və saqqalcıqlar da birbaşa qələm hissədən çıxır. Sonra gəlir qıl və sap lələkləri. Qıl lələyi lamisə funksiyasını yerinə yetirən lələklərdir. Əsasən ağzın kənarlarında o qidasını ki havadan tutan quşlar var, uzun qanad quşudur, qaranquşdur və s. Onlarda ağzın kənarlarında olur və lamisə funksiyasını yerinə yetirirlər. Sap lələklər isə temperaturu müəyyən edir. Yəni dərinin altındakı temperaturu müəyyən edən lələklərdir. Heç birində ya qıl lələyi ya da sap lələyinin şəkli verilib. Bunların heç birində deyir saqqalcıqlar yoxdur. Oxu var. Baxın, uzun oxu var. Amma saqqalcıqları yoxdur. Hətta deyim ki, baxın, məsəl üçün sap lələyi nazik oxdan və yuxarı hissədə bir balaca görünür. Qıl lələyini isə bu cür çəkirlər, aşağı hissəsində var. Qıl lələyi lamisə funksiyasını yerinə yetirir. Sap lələyi isə bədən temperaturunu, yəni temperaturun müəyyən edilməsində iştirak edir. Hər ikisi oxdan ibarətdir və demək olar ki, deyir ki, saplağı yoxdur. Saplağı olmadığına görə, saqqalcıqları üzr istəyirəm, yoxdur. Saqqalcıqları olmadığına görə yelpik də yoxdur. Yalnız elə sadəcə olaraq oxdan ibarətdir deyirik. Deməli, dedik ki, lələk örtüyündə biçim və kontur lələyi, qu lələyi, tiftik lələyi, qıl lələyi, sap lələyi. Biçim və kontur lələyinin özü bölündü 3 qrupa, quyruqda olan sükan lələyi, qanadda olan çalma lələyi və bədənini örtən örtük lələyi. Çalma lələyi quşun qanadında olur və qanad quşu irəliyə doğru hərəkət etməkdə sükan funksiyasını yerinə yetirir. Çalma lələklər əgər pəncənin üzərində yerləşərsə birinci dərəcəli, sait sümüyün üzərində yerləşərsə ikinci dərəcəli çalma lələklər adlanır. Qu lələyi çalma lələyinin, yəni örtük lələyinin altında yerləşir. Bədən istiliyinin deməli saxlanmasında iştirak eləyir. Gövdəsi çox kiçikdir, qarmaqçıqları yoxdur, ona görə də yelpi əmələ gətirmir. Tiftik lələyi də istiliyin saxlanmasında iştirak eləyir. Gövdəsi yoxdur, saqqalcıqları qələm hissədən çıxır. Qu lələyi lamisə funksiyasını yerinə yetirir. Oxdan ibarətdir, saqqalcıqları yoxdur. Sap lələyi bədənin belə deyək temperaturun müəyyən edilməsində iştirak eləyir. Yalnız oxu var, saqqalcıqları yoxdur. Bax bunlar oldu. Müəllim onu deyə bilərik ki, toyuğu yoruruq, altındakı o sap lələyi üçürük. Bax o üçdüyümüz sap lələk. Bəli, bəli, örtük lələyinin altındakı. Bəli. Bəli, üçürük. Bəli. O təmizliyə, o çıxmır, onu təmizləyə bilmirik, ancaq üçürük. Bəli, bəli. Keçək quşların skeletinə, müəllimlər. Quşun skeleti bax burada da var. Bu daha qəşəng deməli gəlir ki, dərsliyimizdəki şəkildir bu. Deməli, quşların skeletinə gələndə deyirik ki, quşun skeleti bayaq da qeyd etdik ki, uçmaqla əlaqədar olaraq skeletləri yüngüldür, eyni zamanda möhkəmdir və sümükləri içi boş hava ilə dolu sümüklərdir və biz bu sümüklərə pnevmatik sümüklər deyirik və ilk dəfə olaraq içi boş
hava ilə dolu pnevmatik sümüklər quşlar sinifində meydana gəlibdir. İçərisində sümüklüyü belə deyək yoxdur, içərisi boşdur, pnevmatik sümüklərdir. Bu da nə ilə əlaqədardır? Quşun havada uça bilməsi üçün uçmaqla əlaqədar meydana gəlmişdir bu. Skeleti bölünür 3 qrupa. Kəllənin skeleti, gövdənin skeleti və ətrafların skeleti. Gəlin birinci baxaq kəllənin skeletinə. Kəllənin skeleti özü bölünür müəllimlər. Kəllənin skeleti özü bölünür neçə hissəyə? Kəllənin skeleti özü bölünür 2 hissəyə. Hansıdır? Birinə deyəcəyik beyin qutusu, keçən dəfə digər onurğalılarda olduğu kimi və visceral, yəni belə deyək də üz hissə. Beyin qutusu, yəni kəllə qutusu və üz hissə. Kəllə qutusuna aiddir kəllə sümükləri, üz hissədə isə əsasən üzün daha çox hissəsini təşkil edən, belə deyək, çənələri yoxdur, çənələr dimdiyə çevrilib, bir də göz çuxuru burada görünür. Yəni üzün daha çox hissəsi göz çuxuru sümüyü və bir də çənələr də dimdiyə çevrilib deyirik. Gövdəni isə biz yadınızdadsa deyəndə gövdədə biz deyirdik döş sümüyü, onurğa sütunu və qabırğı olmaqla gövdənin skeleti deyən kimi yada bu üçü gəlir. Döş sümüyü, onurğa və qabırğalar. Gəlin ardıcı olaraq hamısından bir-bir danışmağa başlayaq. Birinci gəlin baxaq məsəl üçün döş sümüyünə. Elə birinci döş sümüyü gəlir, ona baxaq. Döş sümüyü, müəllimlər, gəlin şəkildə tapaq döş sümüyünü. Deməli, deyirik ki, döş sümüyü, bax bu hissədir, bu döş tilidir, döş sümüyü isə bax bu nahiyədir, bu hissə. Bu hissəyə döş sümüyü deyirik biz. Deməli, dedik ki, biz bilirik ki, döş sümüyü ilk dəfə əmələ gəlibdir, balıqlarda olmayıb, suda qurda yaşayanlarda. Lakin onlarda döş sümüyü necə idi? Yuxarı ətrafın qurşağı kimi meydana gəlmişdir. Yuxarı ətrafın qurşağı kimi meydana gəlmişdir. Döş qəfəsi yox idi. Qabırğalar da yox idi. Sürünənlərə keçəndə deyik ki, ilk dəfə olaraq döş qəfəsi sürünənlərdə əmələ gəldi. Onlarda döş sümüyü var idi, qabırğalar da var idi, döş fəqərlər də var idi. Hətta qarın qabırğalar da deyirlər sürünənlərdə olur. Və quşlarda da deyirik ki, döş qəfəsi var və qeyd eləyək ki, belə deyək də, bəzi quşlarda bu döş sümüyünün aşağı hissəsindəki döş tilini görürsünüz. Baxın, elə bir qayığa oxşuyur sanki. Bax, bu hissə. Qayığa bənzər, qayığa oxşar şəkildə döş tili var. Yəni, belə deyək də, uça bilən quşlarda döş tili var əsasən. Bu döş tili hərəkət zamanı elə bil o havanı yarmaq, yəni döş sümüyünün üzərində əmələ gələn döş tili də uçmaqla əlaqədar meydana gəlib, havanı yarmaq funksiyasını yerinə yetirir bu döş tili. Və qeyd eləyək ki, bəzi quşlarda döş sümüyünün üzərində, belə deyək, qayıq şəklində döş tili əmələ gəlir və qeyd eləyək ki, bayaq da dedim ki, dəvə quşularda döş tili yoxdur. Ona görə də onlara tilsizlər də deyirlər və buna görə də dəvə quşu uça bilmir. Amma pinqvinlərdə, dedik uça bilməyən quş, pinqvində döş sümüyü, döş tili var, amma yenə də pinqvinlər uça bilmirlər. Ümumiyyətlə, belə bir sual verilə bilər ki, sizə, döş sümüyü özü neçə sümüklə birləşib? Baxın, döş sümüyünə birləşən sümükləri sayın desələr, bax, təsəvvür edin, döş sümüyü bu hissə. Döş sümüyünə birləşir bir döş tili. Bax, biri bu. Yəni, döş tilinin özü döş sümüyünə birləşir. Ona görə onu ayrılıqda sayacaqsınız döş tili. İkinci, yuxarı ətraf qurşağına aid olan qarğa sümüyü. Fikir verin, buradan qarğa sümüyü gəlib hara birləşib? Baxın, baxın deyə, döş sümüyünə birləşib. Bir, döş tili, iki, qarğa sümüyü, üçüncü isə nə? Qabırğalar. Baxanda görünür. Qoy, mən bunu qara salmışam, denə sildim. Baxın, bir tərəfdən qabırğalar, bir tərəfdən qarğa sümüyü, bir tərəfdən döş tili. Deməli, döş sümüyünə quşlarda 3 dənə sümük birləşibdir. Hansılar oldu? Döş tili 1, qarğa sümüyü 2, qabırğalar 3. Deməli, daha dəqiq desək, daha dərindən desək, öndən döş sümüyünə, belə deyək, deməli, döş sümüyü öndən döş tili ilə birləşib. Bax, ön tərəfinə fikir versəz, görərsiniz ki, döş sümüyü öndən döş tili ilə birləşib, arxadan döş fəqərələri ilə birləşib, üzr istəyirəm, qabırğa demək istəyirəm. Deməli, qabırğalar özləri öndən döş sümüyünə birləşib, fikir verin,
qabırğa, ümumiyyətlə biz insanı da bir balaca yadımıza salaq. Biz bilirik ki, qabırğalar öndən döş sümüyünə birləşirdilər. Burada da qabırğalar öndən döş sümüyünə birləşibdir. Arxadan döş fəqərələrinə bizdəyə kimi döş fəqərlərinə birləşib və bir də bunlarda istisna bir hal var ki, digər canlılarda olmayan qabırğalar özləri öz aralarında da birləşir. Fikir verin, elə bir ki, bir qabırğadan çıxıntı çıxır, o birisi qabırğa ilə birləşir, çıxıntı çıxır, o birisi qabırğa ilə birləşir. Deməli, onda belə yadımızda saxlayaq ki, döş sümüyü də 3 sümüklə birləşib, qabırğalar da 3 sümüklə birləşib. Döş sümüyü hansı 3 sümüklə birləşdi? Döş tili ilə, yuxarı ətraf qurşağı olan qarğa sümüyü ilə və qabırğalarla. Qabırğalar nə ilə birləşdi? O da üçü ilə. Öndən döş sümüyünə birləşdi. Baxın, ön hissədən qabırğa döş sümüyünə birləşir. Düzdürmü? Arxa hissədən deyirik ki, döş fəqərələrinə birləşir və bu çıxıntılara fikir verin. Baxın, bu hissədən çıxan çıxıntılara baxın, bunlardan söhbət gedir. Bu çıxıntıları vasitəsilə eyni zamanda bir-birləri ilə də birləşir. Yəni, döş sümüyündə də 3 sümük götürəcəksiniz, 3 növ sümük götürəcəksiniz. Döş tili, qarğa sümüyü, qabırğa, 3 növ sümük. Döş sümüyü neçə sümüklə, neçə növ sümüklə birləşib? 3 növ. Da sayı lazım deyil, ehtiyac yoxdur. Bəs qabırğalar neçə sümüklə birləşib? 3 dənə. Öndən döş sümüyünə, arxadan döş fəqərəsinə və bir-biri ilə. Bir qabırğa 3 sümüklə birləşib deyirik. Və onu da qeyd etdik ki, deməli, yalnız quşlardadır ki, bu qabırğalar eyni zamanda bir-birləri ilə də birləşirlər. Bir də əgər soruşulsa ki, məsəl üçün döş qəfəsini əmələ gətirən sümük sayını hansı düsturdan hesaplamışdıq? Bu sürünənlərdə də belədir, quşlarda da belədir, məməlilərdə də belədir, bizdə də yəni bu cür tapa bilərik. Bəli. Müəllimə, biz dedik birləşir. Necə müəllimə, səsiniz getdi Vüsalə müəllimə. Müəllimə, biz dedik döş sümüyündə döş sümüyü özü də 3 sümüklə birləşir. 3 növ, 3 növ, 3 yox, 3 növ sümük. Müəllimə, 3 növ sümüklə. Mən sayca müəllimə. Sayı bilinmir müəllimə. Sayı gələsiz döş qəfəsinin döş fəqərlərinin sayını biləsiz ki, ora neçə qabırğa birləşir, ona da ehtiyac yoxdur. Ancaq növü soruşa bilərlər. Döş sümüyünə neçə növ sümük birləşir? Belə soruşa bilər. Və yaxud da sizə döş fəqərələrinin sayını verərlər. Məsəl üçün deyər ki, tutaq ki, nə qədərsə quşda döş fəqərəsi var. Döş fəqərəsinin sayını verməlidir ki, siz də biləsiniz ki, hər fəqərəyə də bir cüt qabırğa birləşir. Yəni, o halda saya bilərsiniz. Döş fəqərəsinin sayını sayarsınız. Məsəl üçün, döş fəqərəsi, üstəgəl döş sümüyü, üstəgəl qabırğa. Yəni, bu cür saya bilərsiniz. Amma döş fəqərəsinin sayını bilmədən onu hesablamaq olmur. Müəllimə, qabırğaların sayı verilmir heç zaman. Amma qarğa sümüyü müəllimdə bir cüt qarğa sümüyü var. Bir cüt kürək sümüyü, bir cüt körpücük. Ona görə qarğa sümüyünün sayı var, amma qabırğaların sayı misalda özləri verir. Bəli, verilmir yəni. Deməli, döş qəfəsində olan sümük sayında tapırıq 3n plus 1-lə. 3n-dən eni döş fəqərəsinin sayıdır, 2n qabırğa sayıdır, bir dənəsi də döş sümüyüdür. Yenə təkrar deyirəm, döş sümüyünə Vüsalə müəllimə növ olaraq sizdən soruşula bilər ki, neçə növ sümük birləşir? Deyəcəksiniz ki, 3 növ. Onun biri, tutaq ki, say baxımından da soruşsa, biri döş tilidir. Bax, bu bircə dənə döş tili bu. Sonra qarğa sümüyü dedik. Qarğa sümüyüdə bir cüt, 2 dənə qarğa sümüyüdür. 2 qarğa sümüyüdür. Bir dənə döş tilidir. Amma qabırğa sayını vermir. Qabırğa sayını o vaxt bilərik ki, quşlarda döş fəqərələrinin sayını bilək. Ki, qabırğanın sayını da 2 dəfə artıraraq tapa bilək. Deməli, bir də bir şey deyim ki, məsəl üçün, döş tilinə, elə söz düşmüşkən döş tilindən baxaq görək. Məsəl üçün, belə bir fikirləri sürülsə ki, döş tili siz bilən yalnız quşlarda mı var? Xeyr, yəni bəzi məməlilərdə də döş tilinə rast gəlinir. Məsəl üçün, yarasalarda rast gəlinir, köstəbəklərdə rast gəlinir. Yəni, döş tili onlarda da var. Yarasanın da döş sümüyü üzərində döş tili var. Sonra köstəbəklərin də döş sümüyünün üzərində döş tili var. Yəni, döş tili əslində uçmaqla əlaqədar meydana gəlib quşlarda, havanı yarmaqda iştirak edir. Lakin məməlilər sinifinin nümayəndələrindən olan yarasalarda da və köstəbəklərdə də döş tilinə rast gəlinir deyirik. Demək,
Ümumiyyətlə, başın skeletindən danışdıq, gövdədə biz döş sümüyü haqqında məlumat verdik. Bəs onurğa sütunu, bayaq da qeyd etdik ki, onurğa sütunu ümumiyyətlə biz demişdik ki, balıqların onurğa sütunu 2 şöbədən ibarət idi. Əgər yadınızdadsa, gövdə və quyruq. Suda qurda yaşayanlarda 4 şöbədən ibarət oldu. Boyun, oma, üzr istəyirəm, boyun, gövdə, oma, quyruq. Sürünənlərdə 5 şöbədən ibarət oldu. Boyun, döş, bel, oma, quyruq və quşlarda da deyirik ki, onurğa sütunu 5 şöbədən ibarətdir. Boyun, döş, bel, oma, quyruq və bəzi quşlarda quyruğun bir neçə fəqərəsi birləşərək büzdüm sümüyü əmələ gətirib. Deməli, büzdüm sümüyünü nə əmələ gətirir deyəndə deyirik ki, quyruğun bir neçə fəqərəsi birləşərək büzdüm sümüyünü əmələ gətirir ki, həmin büzdüm sümüyünün üzərində də büzdüm vəzi yerləşir. İndi, onurğa sütunu dedik ki, 5 şöbədən ibarətdir. Deməli, bu 5 şöbədən boyun bütün quşlarda, bayaq da qeyd etdim ki, hərəkətlidir. Hətta 180 dərəcə, bayquşda 270 dərəcə başı çönə bilir dedik. Bütün quşların boynu hərəkətlidir. Bəzi quşların da quyruğu hərəkətlidir. Bütün quşlar quyruğunu hərəkət etdirə bilmir. Lakin döşdür, beldir, omadır, bunlar hərəkətsizdir. Yəni, bir-biri ilə birləşərək hərəkətsiz, bu da uçmaqla əlaqədar baş verən uyğunlaşmadır. Və qeyd etdik ki, quşların boynunda, yenə də deyirəm, köhnə kitablarda 11-25 götürürdülər. Lakin göyərçini sizə desələr, göyərçində barmaqların sayı ilə boyun fəqərlərinin sayı bir-birinə bərabərdir. Boynunda da 14 fəqərə var, barmaqları da 14 barmaq var. Ancaq 8 caynağı var. Çünki arxa ətraflarında caynaqlar var. Yəni, biz quşun əcdadı olan Arxopteriksdə, indi birazdan onları keçəndə deyəcəm, Arxopteriksdə də 14 barmaq, lakin orada 14 caynaq götürürük. Çünki ön ətrafları qanada çevrilib, orada da caynaqlar var. Lakin göyərçində deyəcək ki, 14 barmaq, lakin 8 caynaq. Yalnız arxa ətraflardadır caynaqlar. Eyni zamanda boyun fəqərlərinin sayı da neçədir? 14-dür. Və bir də qeyd edirəm ki, quyruğun bir neçə fəqərəsi birləşərək büzdüm sümüyü əmələ gətirmişdir ki, büzdüm sümüyünün üzərində də nə yerləşir dedik? Büzdüm vəzi yerləşir dedik. Bəli. Keçək ətraflarına. Ətrafları bölürük 2 qrupa. Ön ətraflar, arxa ətraflar. Ön ətraflara biz deyirik. Ön ətrafların özünü də bölürük 2 qrupa. Qurşaq hissə və sərbəst hissə. Qurşaq hissə 3 növ sürünənlərdə olduğu kimi 6 ədəd sümükdən təşkil olunub. 3 növ 6 ədəd. Eyni sürünəndəyi kimi. Balıqlarda 2 növ 4 ədəd, 2 kürək, 2 qarğa. Suda qurda yaşayanlarda 4 növ demişdik 7 ədəd, 2 kürək, 2 qarğa, 2 körpücük, 1 döş sümüyü. Sürünənlərdə və quşlarda 3 növ 6 ədəd. Hansılardır 3 növ 6 ədəd? 2 dənə qarğa sümüyü, bu 1, bax burada 2 qarğa sümüyü. Sonra 2 dənə kürək sümüyü, baxın müəllimlər, kürək sümüyü buradadır. Və 2 dənə də bu hissədə körpücük sümüyü. Körpücük sümükləri bir-biri ilə birləşərək, baxın, 2 körpücük sümüyü bir-biri ilə birləşərək çəngəl sümüyü əmələ gətirmişdir. Ona görə də biz deyirik ki, quşda neçə dənə körpücük sümüyü var deyəndə deyəcəksiniz ki, quşda 2 dənə körpücük sümüyü var, bəs neçə çəngəl sümüyü var? Deyəcəyik ki, bircə dənə çəngəl sümüyü var. 2 dənə körpücük sümüyü, bir dənə çəngi. Bunu adətən nə ilə oxşar eləyirlər? Məsəl üçün, paxlallar fəsilləsindən olan bitkilərdə biz bilirik ki, yelkən var, qayıqcıq var. Onların qayıqcığı 2 ləçəkdir. 2 dənə ləçək birləşərək bir dənə qayıqcıq əmələ gətirir. Yəni, neçə dənə qayıqcığı, neçə ləçək əmələ gətirir deyəndə deyirik 2 ləçək. Bəs neçə dənə qayıqcığı var? 1 dənə. Burada da körpücük sümüyü neçə dənədir? 2 dənə. Bəs çəngəl sümüyü neçə dənədir? 1 dənə. Çünki çəngəl sümüyü 2 körpücük birləşib bir çəngəl əmələ gətirir. Bax, burada görünür və bu amortizator rolunu yerinə yetirir. Yəni, quş qanadını yuxarı qaldıranda sanki bir təkan verir də. Yəni, quşun uçmasında amortizator deyirlər ona, rol oynayır. Necə demişdik ki, qurbağada quyruq sümüyü amortizator rolunu oynayır, tullananda qurbağa. Eləcə də quşun da körpücük sümükləri amortizator rolunu oynayır. Yəni, uçuş zamanı quşa təkan verir. Deməli, 2 kürək, 2 qarğa, 2 körpücük. Bu üçü 3 növ
6 sümük ön ətrafın qurşağı. Bəs ön ətrafın sərbəst hissəsi bazu, bir sait və ön pəncə. Baxın, bura fikir verək. Bir dənə bazu sümüyü, deməli, bir sait, 2 mil və dirsək olmaqla 2 sümükdən ibarətdir və ön pəncə. Baxın, dırnaqlar da, yəni barmaqlar da, bax bu hissədə də barmaqları var. Deməli, 1, 2, 3 barmaqlar, 3 dənə ön barmaqlar var. Ön barmaqlarında da caynaqlar yoxdur. Qanat darağı adlanan hissə var, yəni ön pəncənin bir neçə sümüyü birləşərək qanat darağı əmələ gətirir və orada da barmaqlar yerləşir və demişdik ki, əgər yadınızdadsa, sait sümüyünün üzərində, bax bura fikir verin, bu ön pəncədə 1-ci dərəcəli çalma lələklər, sait sümüyünün üzərində isə 2-ci dərəcəli çalma lələklər yerləşir dedik. Demək, nə oldu? Bazu, bir sait özü 2 sümükdən ibarətdir, mil və dirsək və ön pəncə. Arxa ətrafın qurşağı isə 2 ədəd bir növ sümükdən ibarət ki, bunlara biz nə deyirik? Çanaq sümükləri. Çanaq sümüyü 2 sümükdür, bir növdür. Yuxarı, aşağı ətrafın sərbəst hissəsi bir bud, bir baldır və arxa pəncə. Baxın, bir baldır. Bir baldırda da hansı sümük? Qamış sümüyü. Deməli, ilk dəfə olaraq incik sümüyü sürünənlərdə qamış, incik, mil, dirsək, düzdür, bəzi ədəbiyyatlar qurbağanı götürür. Amma bizdə artıq qurbağa yox, ilk dəfə sürünəndə deyəcəyik. Mil, dirsək, qamış, incik sümükləri sürünənlərdə əmələ gəlib, məməlilərdə də var. Lakin quşun mil, dirsək var, incik sümüyü yoxdur. Quşlarda yalnız baldırda qamış sümüyü var. Ona görə də bazunu bir sümük, saidi 2 sümük, budu bir sümük, baldırı bir sümük götürəcəksiniz. Bir dənə qamış sümüyü. Arxa ətrafda isə pəncə lüləsi var. Pəncə lüləsi quşun arxa ətrafını bir qədər də uzadır. Pəncə lüləsi arxa ətrafının bir neçə sümüyünü, yəni pəncə sümüklərinin birləşməsindən əmələ gəlib deyirik və pəncə lüləsi ilk dəfə quşlarda əmələ gəlib və quşlardan başqa heç bir canlıda pəncə lüləsi yoxdur. Bəs pulcuqlara quşlarda rast gəlinirmi? Bəli. Bəzi quşların ayaqlarında, məsəl üçün toyuq kimlərdə zadda görmüş olarsınız. Onların aşağı hissədə pulcuğa oxşan törəmələrə rast gəlinir ki, bayaq da qeyd etdim ki, dimdikdir, pulcuqdur, lələklərdir. Bunlar dərinin üst qatının, yəni epidermisin qərniləşmiş törəmələrindən əmələ gəlib deyirik və eyni zamanda quşlarda da rast gəlinir. Deməli, dedik ki, bax, bu sümüklər haqqında bir də burada bir şey göstərim sizə, müəllimlər. Baxın, məsəl üçün, yuxarı ətrafın qurşaq sümükləri 2 kürək oldu, düzdürmü? 2 kürək, bax, bu şəkillərə diqqətlə baxın. 2 körpçü, 2 qarğa. Bunların hansı döş sümüyünə birləşir deyəndə bir dənə qarğanı götürəcəksiniz. Baxın, nə körpücük döş sümüyünə birləşmir, nə də kürək buradadır, kürək döş sümüyünə birləşmir. Amma qarğa sümüyünə fikir verin, buradan gəlib nəyə birləşib? Döş sümüyünə birləşib. Deməli, yuxarı ətrafın qurşağından bircə dənə qarğa sümüyü döş sümüyünə birləşir. Bəs kürək sümüyünə fikir verin, müəllimlər, çanağa birləşib. Baxın, bax, bu kürək, bu da çanaq. Baxın, gəlib çanaq sümüyü kürək sümüyünə birləşib. Deməli, deyirik ki, qarğa sümüyü döş sümüyü ilə birləşib. Düzdürmü? Bayaq da yadınızdadır, döş sümüyündəki tilə də birləşib. Bayaq dedik ki, döş sümüyünə birləşən sümüklər hansılardır? Döş tili dedik, bir də qarğa sümüyü dedik axı, düzdürmü? Deməli, qarğa sümüyü döş sümüyünə birləşib. Bəs bunlardan kürək sümüyü hansı sümüyə birləşib? Kürək sümüyü çanaq sümüyünə birləşib. Bəs körpücük sümüyü bir-biri ilə birləşib. Bax, 2 körpücük sümüyü birləşərək çəngəl əmələ gətiribdir. Bəli. Bax, bu şəkillərə müəllimlər diqqətlə buyurun. Bu çanaq sümüyündə artıq deyirik, o qalçanı, qasığı. Bəli, var. 3 sümükdən ibarətdir, bəli. Çanaq sümüyü ümumiyyətlə hamısında, yəni çanaq sümüyü hansında varsa, 3 hərəkətsiz sümüyün birləşməsindən əmələ gəlib, bəli. Deməli, qarğa sümüyü döş sümüyünə birləşib, körpücük sümüyü bir-biri ilə birləşib, kürək sümüyü isə çanaq sümüyünə birləşib. Bax, bu belə. Mənə gəlir ki, skeletlə bağlı bir sualınız qalmadı. Əgər varsa skeletlə bağlı sualınız, buyurun. Əsas nəyə fikir verirsiniz? Qarğa sümüyü
Bax, əsas gəlin bu hissəni bir də təkrarlayaq. Bax, müəllimlər, bura qədər olan hissə bizdə döş sümüyüdür. Baxın, bax, bu hissəyə döş sümüyü deyirik, hansı ki, mən baxın, qırmızı ilə işarə eləyəcəm indi. Bax, bu hissə döş sümüyüdür. Döş sümüyü neçə sümüklə birləşib? Bax, biri bu, döş tili ilə birləşib. İkinci bu, qarğa sümüyü ilə birləşib. Üçüncü bu, qabırğalarla birləşib. Neçə növ? 3 növ sümüklə birləşib. Yaxşı, bəs yuxarı ətrafın qurşağından hansı sümük döş sümüyünə birləşib? Qarğa sümüyü. Yaxşı, bəs çanaq sümüyünə birləşən hansıdır? Kürək sümüyü yuxarıdan çanaq sümüyünə birləşibdir. Bir çəngəl sümüyü neçə körpücük sümüyü deməkdir? 2. Ümumiyyətlə, quşda neçə çəngəl sümüyü var? Bircə dənə. Neçə körpücük sümüyüdür? 2 körpücük sümüyüdür deməkdir. İncik sümüyü var quşlarda? Yoxdur. Arxa ətrafın sərbəst hissəsində baldur sümüyü yalnız bir növ sümükdən təşkil olunub. O da qamışdır. Qamış var, ha. İnci sümüyü yoxdur deyirik. Pəncə lüləsi nədən əmələ gəlib? Pəncə sümükləri birləşərək pəncə lüləsi əmələ gətiribdir ki, bu da quşun ayaqlarını deməli daha da uzun göstərir. Qeyd etdik ki, göyərçinin 4 ətrafı və arxa ətrafında 4 barmaq, ön ətrafında isə 3 dənə barmağı var. Ön ətraflarda caynaq yoxdur, arxa ətrafında caynaq var. Arxa ətrafda 4-8 barmaq, cəmi 8 caynağı var. Cəmi neçə barmağı var? 8-i arxada, 6-sı öndə, 14 dənə barmağı var deyirik. Ağac dələnin neçə barmağı var? Ağac dələndə də yenə 14 dənədir. 6, 4-ü də arxada, 4 arxada yerləşənin ikisi önə, ikisi arxayadır. Dəvə quşunun cəmi 10 barmağı var. Onun 6-sı ön ətrafda, 4-ü isə arxa ətrafdadır. Kivinin qanatları olmadığına görə cəmi deməli 8 dənə barmağı var. 2 ətrafı, arxa ətraflar 8 barmağı var. Onlar da hamısı deməli deyirik ki, arxa ətrafdadır. Arxopteriksin qeyd etdik ki, 14 barmağı, 14 caynağı var. Yəni arxopteriksin ön ətrafında da bunlar təkamül təlimində əslində deyilməlidir. Quşlarda yoxdur arxopteriks. Deməli, ön ətrafında 6 barmaq var, 6 caynaq var. Arxa ətraflarında 8 barmaq var, 8 dənə də caynaq var deyirik. Deməli, qeyd elədik ki, müəllimlər, qeyd elədik ki, quşlarda 14 barmaq var, göyərçində 14 barmaq var, əksəriyyətində belə deyərdim. 4 ətraf var, 14 boyun fəqərəsi var, 6 göz qapağı var, sonra 8 caynaqları var. Onurğa neçə şöbədən ibarətdir? 5 şöbədən ibarətdir. Belə, göyərçində 8 caynaq, bəs dəvə quşuda neçə caynaq var deyəndə nə götürəcəyik? 4, bəli. Çünki bütün quşların ön ətrafında 6 barmaq var və arxopteriksdən başqa ön ətrafların barmaqlarında caynaq yoxdur. Lakin arxa ətraflarda isə artıq nə var deyirik? Caynaqlar var. Yəni, caynaq yalnız haradadır deyirik? Arxa ətraflardadır deyirik. Keçək quşun dayaq hərəkət sisteminə. Nandılarda 3 dənə deyil, nandılarda. Bəli. Kazuarlarda, yemularda, nandu, yəni dəvə quşuların nümayəndələridir onlar. Kazuar, yemular, nandular, kivilər. Bəli. Amerika dəvə quşu. Onlar çıxarılıb müəllimlər. Onların hamısı, inanın ki, onların heç birisi də lazım deyil. Yəni, nə lazımdırsa mən deməli deyirəm. Ondan artıq kivi lazım idi, bax dedim. Elə belə əlavə olaraq nandu, kazuar, yemu dedim. Heç inanın ki, lazım deyil onlarda. Avstraliyadır müəllimə. Bəli, ehtiyac yoxdur, Arzu müəllimə. Bəli. Ehtiyac yoxdur. Bircə dənə bilin ki, dəvə quşuda 2 barmaqdır bir ətrafında, kivin də qanadı yoxdur, 2 ətrafdır, 8 barmaqdır. Bu kifayətdir. Keçirik dayaq hərəkət sisteminə. Daha mürəkkəbində çox idi. Yadda saxlama mexanizmi çətin idi. Dasan deyirsiniz ki, çıxarıblar, asanlaşıblar. Quşların dayaq hərəkət sistemi. Quşların dayaq hərəkət sistemi dedikdə bura aiddir həm skeleti, həm də əzəlləri. Skelet barəsində məlumat verdik, ətraflı mənə gəlir ki, danışdıq. İndi yenə nəsə qaranlıq qalsa, dərsin sonunda inşallah deməli, bax bu şəkildə də qəşəng görünür, buna da baxarsınız. Dərsin sonunda sualları verərsiniz inşallah. Əzələ sistemi dedikdə, quşlarda əzələlər bölünür. Döş əzələləri, körpücük altı əzələlər və qabırğalararası əzələlər olmaqla
3 qrupa bölünür. Qabırğa arası əzələlər, ümumiyyətlə biz bilirik ki, ilk dəfə olaraq sürünənlərdə meydana gəldi. Döş qəfəsi əmələ gəldikdən sonra qabırğalar arası əzələlər meydana gəldi və onlar tənəffüsdə iştirak edən əzələlərdir. Quşun ən böyük əzələsi döş əzələsidir. Quşların ən böyük əzələləri döş əzələləridir və döş əzələləri bədəndə olan bütün əzələlərin, belə deyək ki, ümumi bədəndə olan bütün ümumi əzələlərin yarısına bərabərdir. Yarısı. Məsəl üçün, tutaq ki, 120 qram, məsəl üçün, belə deyək də, təxmini əzələ varsa, onun 60-ı digər əzələlərdir, 60-ı da döş əzələləridir. Deməli, döş əzəlləri bədəndə olan bütün əzəllərin yarısına bərabərdir. Məsəl üçün, indi qoy funksiyalarını deyək sonra, döş əzəllərinin əsas rolu odur ki, onlar qanadların enməsində iştirak eləyir. Və döş əzəlləri 2 ədəddir, döş tilinə birləşiblər. Döş əzəlləri döş tilinə birləşiblər, döş sümüyünün əmələ gətirdiyi döş tilinə və qanadları aşağı salırlar. Körpücük alt əzələləri isə döş əzələlərinin altında yerləşirlər və onlar qanadları yuxarı qaldırırlar. Deməli, birinci döş əzələsidir, belə çıxır ki, birinci döş əzələsidir. Qeyd etdik ki, döş əzələləri 2 ədəddir. Özləri döş sümüyünün əmələ gətirdiyi döş tilinə birləşirlər. Bədəndəki bütün əzələlərin yarısına bərabərdir onların çəkisi. Döş əzələlərinin altında körpücük altı əzələlər yerləşir. Döş əzələləri qanadı aşağı salır, yəni endirir. Körpücük altı əzələlər isə qanadı neyniyir? Qaldırır. Qabırğalar arası əzələlər isə tənəffüsdə iştirak edir. İndi gəlin burada belə bir şey göstərək. Məsəl üçün, baxın, tutaq ki, deyirik ki, döş əzələləri digər əzələlərin yarısına bərabərdir. Əgər biz bütün bədəndə olan, quşun bədəndə olan döş əzələlərini 100% götürsək, onda onun belə çıxır ki, 50% digər əzələlərdir. 50% döş əzələləridir. Bu döş əzələlərdə 2 dənə olduğuna görə 25% 1, 25% də bir döş əzələsidir. Bax, bir belə yadda saxlayıb hesab apara bilərsiniz. Bir də başqa... Qabaqlar kiçik və böyük döş əzələlərini deyirdilər. İndi yox, 2 dənə döş əzələsi var, bəli. İndi nə edirik? Baxın, məsəl üçün, tutaq ki, bunu çəkək belə. Deyək ki, bu ümumi əzələlərdir. Baxın, qoy bir balaca çəkək buradan. Bax, quşun bədənində ümumi əzələləri götürdük bu hissə. Bax, bunu böləcəm 2 hissəyə. Bunun bu hissəsinə deyəcəm döş əzələləri. Baxın, döş əzələləri. Bu hissəsinə deyəcəm yerdə qalan digər əzələlər. İndi fikir verin, nəyə görə dedim ki, bax, ümumi əzələ dedikdə, ümumi əzələnin içərisində digər əzələlər də gedir. Yəni, bədəni təşkilləyən digər əzələlər, körpücük altı əzələlər, qabırğalar arası əzələlər, başı hərəkətlətdirən əzələlər, ətrafların əzələləri, hamısı gedir. Döş əzələləri dedikdə isə artıq təkcə döş əzələləri gedir. Baxın, məsələn, tutaq ki, 60 qram budursa, 60 qram da budur. Fikir verin, yarısına bərabərdir. Amma indi belə də deyə bilərəm. Bunu da bölürük 2 hissəyə. 30'u 1, 30'u 1. Baxın, bayaq dediyim kimi, elə bilin ki, 100% hamısıdır. Böldük 50'si döş əzələsi, 50'si digəri. Bunu da böldük 2 hissəyə. 25 döş əzələsi 1, 25 döş əzələsi də 1. İndi belə bir şey deyim sizə. Bax, bir qoyub yazaq, belə bir ümumiləşdirmə yazaq ki, deyək ki, məsəl üçün, müəllimlər, döş əzələlərinin digər əzələləri olan nisbəti. Bax, yazıram. Döş əzələlərinin, bu cür məsələlər var, digər əzələlərə olan nisbəti. Gəlin baxaq. Baxın, məsəl üçün, ümumi döş əzəllərini yazaq n-lə. N də götürə bilərsiniz, x-la götürə bilərsiniz. Fərqi yoxdur. İstəyirsiniz x götürün, istəyirsiniz n götürün. Heç bir fərqi yoxdur. Yəni a götürün, b götürün. Rəqəm, hərfin heç bir fərqi yoxdur. Ümumi döş əzəllərinin kütləsini götürdüm n. Deməli, ümumi döş əzəllərinin kütləsi n-dirsə, onda belə çıxır ki, bunun n böl 2'si döş əzəllərinin payına düşəcək. N böl 2'si digər əzələlərin payına. Bax, ümumi əzələ deyəndə, bax, burada yazaq ümumi. Ümumi əzələ deyəndə, onun içərisində döş əzələsi də gedir. Digər əzələlər də gedir. Baxın, döş əzələləri də 2 dənə olduğuna görə n böl 2'ni bir də 2'yə bölün. N böl 2'ni də 2'yə bölündə nə düşəcək? N böl 4.
n böl 4'ü bir döş əzələsinin payına düşəcək. N böl 4'ü də digər. Bax, faizlə də göstərdim. Rəqəmlə də göstərdim. Hissənlə də göstərdim. 100% ümumi döş əzələsidirsə, onun 50%, üzr istəyirəm, 100% ümumi əzəlilərdirsə, onun 50%-i döş əzəliləri, 50%-i digər əzəlilər. 50% döş əzəlilərinin 25%-i bir döş əzələsi, 25%-i digər döş əzələsi. Əgər rəqəmləndirsə, ümumi bədən kütləsinin bu əzələlər ümumi bədən kütləsində bədən kütləsinin 20%-ni da təşkil edir. bəli, rəqəmləndirsə, məsəl üçün ümumi əzələlər 120 qramdırsa, onun 60 qramı məsəl üçün digər əzələlərdir, 60 qramı döş əzələləridir. Bu döş əzələlərinin də 30 qramı bir döş əzələsidir, 30 qramı da digər döş əzələsidir. Hissələndirsə, məsəl üçün ümumi əzələləri n-lə işarə etsək, onun n böl 2'si döş əzələlərinin payına düşür, n böl 2'si digər əzələlərin payına düşür. O n böl 2 döş əzələsinin n böl 4'ü bir döş əzələsinə düşür, n böl 4'ü də bir döş əzələsinə düşür. Bax, bu cür. İndi verdiyim məsələni bir dəqiqə gəlin işləyək. Məsəl üçün, burada deyirəm ki, döş əzələləri digər əzələlərin, döş əzələləri digər əzələləri olan nisbətini tap. Baxın, n-lə hesablayaq gəlin, hissənlə. Döş əzələlərinin digər əzələləri olan nisbətini tapın. Döş əzələlərinin digər müəllimə, səsim gəlir müəllimlər. Bir de mikrofonları bağlasınlar da, ses gəlir. Müəllimlər, xahiş edirəm, mikrofonları bağlayın. Müəllimlərə mane olursunuz. Çox xahiş edirəm. Deməli, döş əzələlərinin digər əzələləri olan nisbətini gəlin tapaq. Məsəl üçün, mən dedim ki, döş əzələsinin, gəlin birini götürək əvvəlcə. Döş əzələsinin digər əzələyə olan nisbəti. Bax, mən döş əzələsini, bir əzələni neçə götürdüm? N böl 4 götürdüm. Bax, bir dənə döş əzələsi n böl 4 oldu. Çünki n ümumi əzələ idimi? N ümumi əzələ idi. Bu n ümumi əzələnin n böl 2'si düşdü döş əzələsinin payına. N böl 2'si düşdü digər əzələlərin payına. Bu n böl 2 döş əzələrində n böl 4'ü bir döş əzələsinin payına düşdü. N böl 4'ü də digər döş əzələsinin payına düşdü. Ona görə də deyir ki, döş əzələsinin, yəni n böl 4'ün digər əzələyə olan nisbəti, digər əzələlər də nə qədər idi? N böl 2 olan nisbətini tap deyir. İndi bunu da biz yazanda, biz bilirik ki, n böl 4'ü vuracaq burada, 2 çıxacaq bu cür və buradan da aydın məsələdir ki, n'lər gedəcək, nə qalacaq? 2'nin 4'ə nisbəti. Bunu da ixtisar eləsək nə qalacaq? 1'in 2'yə nisbəti. Deməli, bir dənə döş əzələsinin digər əzəllər olan nisbəti nə oldu? 1'in 2'yə nisbəti. Bu bir. Bax, bunu olduğu kimi müəllimlər yazın. Bir döş əzələsinin digər əzələləri olan nisbəti 1'in 2'yə olan nisbəti. İndi ikinciyə keçək. İkinci belə bir sual verilə bilər sizə. Məsəl üçün, deyər ki, indi 2 döş əzələsi, hər ikisinin. Baxın, döş əzələlərinin, indi görün nədir? Digər əzələyə olan nisbəti, digər əzələ. Bayaq bir döş əzələsinin digər əzələyə olan nisbəti idi. İndi döş əzələlərinin hər ikisinin nə idi döş əzələləri? N böl 2. Düzdürmü? N böl 2'nin digər əzələləri nə qədər idi? N böl 2 olan nisbəti. Bunu da yenə n böl 2'nin n böl 2 olan nisbəti bu cür də yaza bilərsiniz. Və yaxud da biz bilirik ki, ikisi də eynidirsə, 2'nin 2'yə nisbəti olardı ixtisar aparanda 1'in 1'ə nisbəti. Hər iki döş əzələsinin digər əzələyə olan nisbəti 1'in 1'ə nisbəti götürüləcək. Üçüncüyə gəlin baxaq. Üçüncü məsəl üçün bizə deyər ki, bir döş əzələsinin, bir dənə döş əzələsinin belə götürək, bu dəfə ümumi götürək. Bayaq digər götürdü, indi ümumi. Ümumi əzələyə olan nisbəti. Bir döş əzələsinin ümumi əzələyə olan nisbəti. Gəlin baxaq. Bir dənə döş əzələsini biz nə qədər götürdük müəllimlər? N böl 4 götürdük. Düzdürmü? Digər ümumi əzələləri olan nisbət. Ümumi əzələlər nə qədər idi? N idi. İndi N böl 4'ü bölək N-ə. Buna görə də bunu bu cür götürəndə bunlar ixtisar gedir, qalın 1'in 4'ə nisbəti.
bir döş əzələsinin digər ümumi əzələlərə, digər yox, ümumi əzələlərə olan nisbəti 1-in 4-ə nisbətidir. Dördüncüyə gəlin baxaq. İndi deyir ki, 2 döş əzələsinin, yəni ümumi döş əzələlərinin, 2 döş əzələsinin ümumi əzələləri olan nisbəti. 2 döş əzələsini nə götürmüşdük? N bölü 2. Ümumini də N götürmüşdük. N bölü 2 vurulsun 1 bölü N. Buradan da N'lər ixtisar gedir. Qalır 1-in 2-yə nisbəti. Deməli, 1 döş əzələsinin ümumi əzələyə olan nisbəti, 2 döş əzələsinin ümumi əzələyə olan nisbəti, 1 döş əzələsinin digər əzələyə olan nisbəti və ümumi döş əzələlərinin digər əzələləri olan nisbətinə baxdıq. Nə ilə baxdıq? Əgər biz ümumi döş əzələsini N ilə götürəriksə, baxın, ümumi döş əzələlərini N ilə götürəriksə, onun N böl 2-si döş əzələsinin payına düşəcək, N böl 2-si digər əzələlərin payına düşəcək. N böl 2 döş əzələsində 2 yerə bölsək, N böl 4-ü 1 döş əzələsi, N böl 4-ü isə ikinci döş əzələsinin payına düşəcək. Bax, bunu əsasən tapmışıq. Burada da baxın, sizə desələr ki, bir dənə döş əzələsinin, ümumi döş əzələlərinə olan nisbəti, onda N böl 4-ü böləcəksiniz N-ə. Yenə də deyirəm, bunu böləndə N böl 4-ü vurursunuz 1 böl N-ə. Bunlar da ixtisar gedir, qalır 1-in 4-ə nisbəti. Desə ki, bir döş əzələsinin digər əzələləri olan nisbəti, onda N böl 4-ün N böl 2 olan nisbətini tapacaqsınız. Desə ki, hər iki döş əzələsinin nə qədərdir? N böl 2. Ümumi döş əzələsinə olan nisbəti, N böl 2-nin N olan nisbəti. Desə ki, bir döş əzələsinin ümumi əzələyə olan nisbəti, yenə N böl 4-ün N olan nisbəti. Bax, buradan bu cür məsələlər veriləndə tapmaq rahatdır. Məsəl üçün, gəlin indi rəqəm də qoyaq üstünə baxaq. Tutaq ki, gəlin ümumi döş əzələsini götürək 20. Müəllimlər, elə bilin ki, N-in qiyməti 20-dir. Ümumi döş əzələsini neçə götürdük? 20. İndi ümumi döş əzələsini 20 götürmüşüksə, onda belə çıxır ki, bunun 10-u digər əzəli olacaq, 10-u da döş əzələləri olacaq. Və bu 10 döş əzələsinin 5-i bir döş əzələsi olacaq, 5-i də bir döş əzələsi olacaq. Baxın, bu cür. Yəni 20-ni neyinədir? Əvvəlcə böldünüz 2-yə. Baxın necə ki N-i 2-yə böldük. Sonra da N böl 2-ni yenə 2-yə böldük. Yəni N böl 4 yazdıq. Baxın, yəni onu da ayıranda 5-5 hissə ayırmış oluruq. Müəllimlər, döş əzələsi ilə bağlı qaranlıq, yəni ümumiyyətlə quşun əzələləri ilə bağlı qaranlıq nəsə qalmadı sizə? Yox, müəllim, aydındır. Aydındır, lap yaxşı. Müəllimə, orada məndə belə var ki, axı bu döş əzələsi ümumi bədən kütləsinin də 25-də birində 20%-ni təşkil edir. O Arzu müəllimə, bilirsiniz, o yox, kitabda yoxdur, amma o əgər sizə desə ki, quşun bədən kütləsini versə və desə ki, qabaqda var idi, bəli. Yəni bədən kütləsini versə, ona uyğun, yəni özünüz tapacaqsınız. Bədən kütləsinə görə əzələni də versə, bədən kütləsini də versə, əzələnin kütləsini, bədən kütləsini, onu tapacaqsınız. Ümumi bədən 100%-dirsə, əzələ də X-dir. Bax, buradan yəni keçib tapmaq olar. Keçək quşların həzm sisteminə. Həzm sistemi və ifrazat sistemi. Əvvəl bunlara baxaq. Ümumiyyətlə, quşların həzm sistemi deyəndə, həzm sistemi orqanlarına aiddir. Ağız, udulaq, qida borusu, çinədan, mədə, bağırsaq, kloaka dəliyi. Deməli, müəllimlər, mikrofonları bağlayın zəhmət olmasa. Qida düşdü ağıza. Ağızda bilirik ki, bunların dişləri yoxdur. Bunların çənələri dimdiyə çevrilib. Dilləri var. Ağız suyu vəzləri var. Yəni, kimyəvi həzm gedir. Qida ağız, udulaq, qida borusundan keçib, qida borusunun genişlənmiş hissəsi olan çinədana düşür. Və çinədanda vəzlər var. Çinadan vəzlərinin iştirakı ilə çinadan özündən şirə ifraz eləyir və bu şira qidanı yumuşaldır, isladır. Yumuşalmış, islanmış qida keçir mədəyə. Mədəsi 2 kameralıdır, 2 şöbəlidir. Yəni, birinci vəzili mədə, ikinci əzələli mədə. Birinci vəzilidir, ikinci əzələlidir. Vəzili mədədə həzm şirələri olduğuna görə kimyəvi həzm gedir. Əzələli mədədə isə xırdalanma prosesi gedir, yəni mexaniki həzm gedir.
Və eyni zamanda aydın məsələdir ki, quşlar yem yeyən zaman yemlə bir yerdə xırda daşlar da udurlar. Bu xırda daşlar da eyni zamanda quşun əzələli mədəsində toplanaraq qidanın xırdalanmasında iştirak eləyir. Həzm olunmayan qida qalıqları, belə deyək də, yəni mədədən sonra qida qalıqları keçir bağırsağa, bağırsağa mədəaltı vəzin və qaraciyarın öd kisəsinin axarı açılır. Burada da parçalandıqdan sonra sovrulur. Həzm olunmayan qida qalıqları arxa bağırsağın genişlənmiş hissəsi olan kloakaya keçir. Oradan isə kloaka dəliyi vasitəsilə xarici mühitə çıxarılır. Deməli, qida borusunun genişlənmiş hissəsi çinadan, arxa bağırsağın genişlənmiş hissəsi kloakadır. Kloakası olan digər canlılar kimi qurbağalarda, suda qurda yaşayan, yəni qurbağada, sürünəndə, quşda, bunlarda həzimin, ifrazatın, sidik hissəsinin qalıqları qarışaraq xarici mühitə çıxarılır deyirik. İndi sizə sual verilsə ki, bu canlılardan, kloakası olan canlılardan hansında kloakaya ən az axar açılır? Deyirik ki, dişi quşlarda. Niyə dişi quşlarda? Çünki qurbağalarda da, erkək quşlarda da, sürünənlərdə də, məməlilərdə də həm həzmin axarı, kloakaya həm bağırsaq açılır. Bir, nə açıldı? Bir, bağırsaq. Bir, bağırsaq. İki, sidik axarı. İki, toxumluq. Baxın, və yaxud da digər 2 yumurtalıq olanlarda da götürürük 2 yumurtalıq. Lakin 5 axar, baxın. Dişi quşda isə deyəcəyik ki, bir dənə yumurtalıq, baxın. Bir dənə yumurtalıq. Deməli, erkək quşda 5 axar açılır. Çünki erkək quşda 2 toxumluqdur. 2 toxumluq, 2 sidik axarı, 1 bağırsaq, 5. Lakin dişi quşda bir dənə belə deyək, sol yumurtalıq olduğuna görə deyirik ki, 1 sol yumurtalıq, 2 sidik axarı, 1 bağırsaq, 4 axar açılır. Deməli, ən az kloakaya ən az axar hansı canlıda açılır deyəndə deyirik ki, hansında açılır? Dişi quşda açılır. İfrazat sisteminə gələndə deyirik ki, ifrazat sistemi deməli 2 ədəd oval formalı böyrəkdən 2 sidik axarından ibarətdir. Yəni, ifrazat orqanı ən az olan xordallar quşlardır. 4 dənə ifrazat orqanı var, 2 böyrək, 2 sidik axarı. İfrazat məhsulu sidik turşusudur. Zəhərin miqdarına görə, atdığı suyun miqdarına görə də ən az digər amonyak və sidik cövhərindən fərqlənir. Lakin əmələ gəlməsində ən çox ATF sintez olunan, ATF istifadə olunan sidik turşusudur deyirik. Və tənəffüs sistemi. Tənəffüs sistemi dedik ki, ilk dəfə olaraq quşlarda hava kisələri 2 qat tənəffüs meydana gəlmişdir. Hava kisələrinin həcmi ağciyərlərin həcmindən 20 dəfə böyükdür və qeyd eləyək ki, onlarda qazlar mübadiləsi getmir. Onlar sadəcə olaraq kisə rolunu oynayır, havanı yığıb saxlayır. Qazlar mübadiləsi yalnız ağciyərlərdə gedir. Quşun tənəffüsü prosesində qabırğalararası əzələlər mühüm rol oynayır. Onlar döş sümüyünün qalxıb enməsində iştirak edirlər və qeyd eləyək ki, uçmaqla əlaqədar olaraq quşlarda hava kisələri meydana gəlmişdir və hava kisələrinə də ən çox ön və arxa hava kisələri olmaqla bunlar 2 qrupa bölünür. Ən çox hava kisələrinə rast gəlinir dərinin altında, daxili orqanların arasında və borulu sümüklərin içərisində. Deməli, hava kisələrinə ən çox harda rast gəlindi? Dedik ki, ən çox rast gəlinir dərinin altında, borulu sümüklərin içərisində və daxili orqanların arasında rast gəlinir. Digər canlılardan fərqli olaraq quşlarda deməli, qazlar mübadiləsi həm nəfəs alma, həm də nəfəs vermə zamanı baş verir. Məsəl üçün, bizdə yalnız nəfəs alma zamanı qazlar mübadiləsi baş verir. Lakin quşlarda həm nəfəs alma, həm də nəfəs vermə zamanı qazlar mübadiləsi baş verir. Məsəl üçün, bizdə bir tənəffüs hərəkəti deyəndə, məsəl üçün, bir tənəffüs hərəkəti nədir? Nəfəs alma, nəfəs vermə. Bir tənəffüs hərəkətində neçə dənə bir tənəffüs hərəkəti 2 tənəffüs aktıdır. Nəfəs alma, nəfəs vermə. Neçə dəfə qazlar mübadiləsi gedir? 1 dəfə. Bəs 1 dəqiqədə insan neçə tənəffüs hərəkət edir? 16.
Neçə tənəffüs aktı? 32. Neçə dəfə qazlar mübadiləsi gedir? 16 dəfə. Çünki yalnız nəfəs alma zamanı qazlar mübadiləsi gedir. Amma məsəl üçün tutaq ki, desək ki, quş bir dəfə tənəffüs hərəkət eləyəndə neçə tənəffüs aktı? 2. Nəfəs alma, nəfəs vermə. Neçə dəfə qazlar mübadiləsi gedir? 2 dəfə. Həm nəfəs alma, həm nəfəs vermə zamanı. Məsəl üçün, bir dəqiqədə tutaq ki, məsəl üçün, deyək ki, quş 16 tənəffüs hərəkət eləyir. Neçə tənəffüs aktı? 32. Neçə dəfə qazlar mübadiləsi gedir? 32 dəfə. Həm nəfəs alma zamanı, həm də nəfəs vermə zamanı qazlar mübadiləsi baş verir. İndi gəlin, həm nəfəs alma, həm nəfəs vermə zamanı baş verən proseslərin ardıcıllığına baxaq. Birinci, nəfəs alma. Deməli, biz qeyd etdik ki, hava kisələrində qazlar mübadiləsi getmir, qazlar mübadiləsi yalnız ağciyərlərdə gedir. İndi baxın, quşun burun dəliklərindən hava daxil oldu. Burun dəliyi, qırtlaq, traxeya və ya nəfəs borusu, oxun istiqamətinə baxın müəllimlər, oradan gəlib birinci keçir arxa hava kisəsinə. Bax, bu yolla gəldi, keçdi birinci arxa hava kisəsinə. Bax, görürsünüz, arxa hava kisəsinə hava daxil olub deyəndə o genişlənib. Sonra arxa hava kisəsində qazlar mübadiləsi getmir. Oradan keçir ağciyərlərə. Və ağciyərlərə keçəndən sonra ağciyərlərdə olan oksigen qazı kapilyar qan damarına, kapilyar qan damarında olan karbon qazı isə keçir ağciyərlərə. Sonra bu işlənmiş hava keçir ön hava kisəsinə. Baxın, oxa. Bax, bu oldu nəfəs alma. Qan oksigenlə zənginləşdi. İkinci, nəfəs vermə baş verir. Nəfəs vermə zamanı, haradakı demişdik ki, ağciyərdə olan işlənmiş hava ön hava kisəsinə keçir, ağciyər boşalır. İkinci dəfə, bu arxa hava kisəsində olan hava keçir ağciyərə, bax, bu artıq nəfəs vermədir. Burada ikinci dəfə qan oksigenlə zənginləşdi. Arxa hava kisəsindəki hava keçdi hara? Ağciyərə, ağciyərdə yenə qazların mübadiləsi getdi, oksigen kapilyar qan damarlarındakı qana, karbon qazı ağciyərə və həmin ağciyərdən də təzdən yenə ön hava kisəsinə, ön hava kisəsindən də traxeya və bu yolla xarici mühitə çıxarıldı. Yəni, quş həm nəfəs alma zamanı, həm də nəfəs vermə zamanı tənəffüs elədi. Birinci hava daxil oldu arxa hava kisəsinə, sonra ağciyərə, nəfəs almada burun dəliyi, qırtlaq, nəfəs borusu, arxa hava kisəsi, ağciyər. Burada nəfəs alma yekunlaşdı. Ağciyərdəki hava keçdi ön hava kisəsinə, indi nəfəs vermə başlayır. Arxa hava kisəsindəki hava keçdi, işlənməmiş təmiz hava, axı ora yığılıb qalıb, ağciyərə ikinci dəfə deməli qazların mübadiləsi getdi, sonra yenidən işlənmiş hava ön hava kisəsinə və buradan da yenə xarici mühitə çıxarıldı deyirik. Yəni, belə deyək, nəfəs alma zamanı kapilyar qan damarlarına keçən oksigen hardan gəldi ağciyərlərə? Havadan daxil oldu. Baxın, nəfəs alma zamanı kapilyar qan damarlarına keçən oksigen ağciyərə hardan daxil oldu? Havadan daxil oldu. Bəs nəfəs vermə zamanı kapilyar qan damarlarına keçən oksigen ağciyərə hardan daxil oldu? Arxa hava kisəsindən daxil oldu. Nəfəs alma zamanı havadan gəldi ağciyərə, oksigen keçdi kapilyarlara. Nəfəs vermə zamanı arxa hava kisəsində toplanmış olan hava keçdi ağciyərə və burada ikinci dəfə kapilyar qan damarlarındakı qan oksigenlə zənginləşdi deyirik. Yəni, nəfəs alma zamanı kapilyarlara keçən oksigen ağciyərlərə havadan daxil olur. Nəfəs vermə zamanı kapilyarlara keçən oksigen ağciyərlərə arxa hava kisəsindən daxil olur deyirik. Və bir də onu qeyd eləyək ki, bəzi quşların əsasən də sərçəkimilərin, quşlar sinifinin ən geniş yayılan dəstəsi sərçəkimilərdir. Məməlilər sinifinin ən geniş yayılan dəstəsi gəmiricilərdir. Və bəzi quşların, belə deyək, o traxeya deyirik, nəfəs borusu. Nəfəs borusunun alt hissəsində şəkildə göstərib səs telləri var ki, onlar səs çıxarda bilirlər. Eyni zamanda bəzi quşlarda nəfəs borusunun aşağı hissəsi, biz bir ki, nəfəs borusu qığırdaq yarım halqalardan ibarətdir. Bir neçə halqası birləşərək təbil sümüyü əmələ gətirmişdir. Deməli, sərçə kimilərdə, yəni oxuyan quşların əksəriyyətində həm təbil sümüyü var, həm təbil pərdəsi var. Təbil sümüyünü
nəfəs borusunun aşağı hissəsində olan bir neçə halqa birləşərək təbil sümüyü əmələ gətirir. Təbil pərdəsini isə nəfəs borusunun, yəni traxeyanın alt hissəsində səs telləri yerləşərək, yerləşir və səs tellərini, yəni bunlarda həm səs telləri var, həm də nə var dedik? Həm səs telləri var bunlarda. Eyni zamanda bir də onu deyirdik ki, həm təbil sümüyü var, həm də təbil pərdəsi var. Təbil pərdəsi bu heç qulağa aid olan bir şeydir, orta qulaqda. Amma təbil sümüyü nədir? Traxeyanın aşağı halqalarının birləşməsindən əmələ gələn sümük təbii sümüyüdür ki, orada da səs telləri yerləşir ki, quşun oxumasında mühüm rol oynayır deyirik. Qan damar sistemi deyirik ki, ilk dəfə olaraq, yəni bunlarda belə deyək ki, ümumiyyətlə qan damar sistemi deyək ki, qapalıdır. İlk dəfə yox, yəni qapalıdır. Qan qapalı qan damarlarla hərəkət eləyir. Ürəyi 4 kameralıdır. Ürək 2 hissədən ibarətdir. Sol hissədə arterial, sağ hissədə venoz qan olur. 4 kameradan ibarətdir. 2 qulaqcıq, 2 mədəcik. Deməli, 2 kamerada venoz qan, 2 kamerada arterial qan olur. Yəni sağ qulaqcıq, sağ mədəcik, 2 kamerada venoz, sol qulaqcıq, sol mədəcik, 2 kamerada arterial qan olur. Sağ mədəcikdən çıxan damar ağciyər kötüyü, bizdəki kimi. O da 2 şaxaya parçalanır ağciyər arteriyaları. Sağ qulaqcığa gələn damar vena damarı. Sol mədəcikdən çıxan damar sağ aorta qövsü, bizdə soldur. Bunlarda sağ aorta qövsü. Sol qulaqcığa gələn damar isə ağciyər venalarıdır deyirik. Qan dövranı 2 cür olur. Böyük qan dövranı, kiçik qan dövranı. İlk dəfə olaraq xordalların içərisində ürəkdə tam ara kəsmə harda, nə zaman əmələ gəlib deyəndə deyirik ki, mezozoy erasının tiras dövründə ilk məməlilərdə, daha sonra tiras dövründə dövrün sonuna yaxın timsahlarda, daha sonra quşlarda. İlk dəfə mezozoyun tiras dövrünün əvvəlində məməlilərdə 4 kameralılıq əmələ gəlib deyirik. Tirasın sonunda timsahlarda əmələ gəlib deyirik. 2 qan dövranı var, böyük qan dövranı, kiçik qan dövranı. Kiçik qan dövranına ağciyər dövranı da deyilir. Böyük qan dövranı deyirik ki, sağ mədəcikdən başlayır. Üzr istəyirəm, böyük qan dövranı sol mədəcikdən başlayır. Sol mədəcikdən çıxan aorta qövsü sağa doğru burulduğuna görə sağ aorta qövsü adlanır. Sağ aorta qövsü bədənə gedərək, sağ aorta qövsündən başa, bədənə, qolla, belə deyək, yəni quyruğa və digər hissələrə damarlar ayrılır. Arterial qan gedir həmin hissələrə, onları qidalandırır, onlardan venoz qanı alaraq sağ qulaqçığa tökülür. Böyük qan dövranı bizdəki kimi sol mədəcikdən başlayır, sağ qulaqçıqda nəhayətlənir. Kiçik qan dövranı sağ mədəcikdən başlayır, sol qulaqçıqda nəhayətlənir. Sağ mədəcikdən ağciyər kötüyü çıxır. Ağciyər kötüyü venoz qanı ağciyər arteriyalarına parçalanaraq ağciyərlər aparır. Sağ ağciyər arteriyası, sol ağciyər arteriyası. Orada gedir təmizlənəndən sonra ağciyər venaları vasitəsilə ürəyin sol qulaqçığına qayıdır deyirik. Deməli, quşların ürəyində neçə növ qan olur? 2 növ. Arterial qan, venoz qan. Bədənində neçə növ qan olur? 2 növ. Arterial qan, venoz qan. Sual olunsa ki, ürəyindəki qanın növ sayı ilə bədəndəki qanın növ sayı bir-birinə bərabər olan canlılar, deyirik ki, bunlar suda qurda yaşayanlardır, 3-3. Sürünənlərdir, 3-3. Quşlardır, 2-2. Məməllərdir, 2-2. Yəni 3-3, 2-2 nəyə deyirəm? Ürəkdə də 3 növ qan, bədəndə də 3 növ qan. Suda qurda yaşayanlarda, sürünənlərdə. Ürəyində də 2 növ qan, bədəndə də 2 növ qan. Quşlarda, məməllərdə. Bəs hansında fərqlidir? Mollyuskaların ürəyində 1 növ qan olur, arterial qan, bədəndə 2 növ. Buğum ayaqların ürəyində 1 növ qan olur, arterial qan, bədəndə 2 növ həşəratlardan başqa. Balıqların və çömçə quyruğun ürəyində 1 növ qan olur, venoz qan, bədənində 2 növ qan. Timsahın ürəyində 2 növ qan olur, arterial, venoz, bədənində cüt aorta qövsü çıxdığına görə 3 növ qan olur, arterial, venoz və qarışıq qan olur deyirik. Quşun sinir sistemini bölürük 2 qrupa, mərkəzi sinir sistemi və periferik sinir sistemi. Mərkəzi sinir sistemi baş beyin və onurğa beyni, periferik sinir sistemi isə sinirlər və sinir düyünlərindən ibarətdir. Baş beyinə aiddir ön beyin, orta beyin, ara beyin, beyincik və uzunsov beyin. Balıqlarda
beyincik daha yaxşı inkişaf eləmişdi. Qurbağalarda ön beyin daha yaxşı inkişaf eləmişdi. Sürünənlərdə həm ön beyin, həm beyincik, eyni zamanda sürünənlərdə beyin qabığı, rüşeym halında beyin qabığı əmələ gəlmişdi. Quşlarda isə ön beyin daha da yaxşı inkişaf eləmişdi deyirik və ön beynin üzərində böyük yarım kürələr əmələ gəlmişdir və deyirlər beyin tacı. Yəni beyin tacı bilirsiniz nədir? Baxın burada bölünüb. Yəni belə deyək də ara kəsmələr əmələ gəlməyə başlayıb. Və ilk dəfə beyin yarım kürələri rüşeym halında beyin qabığı sürünənlərdə, amma beyin yarım kürələri quşlarda əmələ gəlməyə başlayıb deyirik və bir də beyinciyi qırışlıdır. Və bu beyinciyin qırışlı olmağı da biz onu sübut edir ki, quşların hərəkəti daha mürəkkəbdir. Həm yerdə gəzmək, həm uçmaqla əlaqədar olaraq quşların hərəkəti daha mürəkkəb bir forma almışdır. Və deyək ki, hiss orqanlarına aiddir görmə, eşitmə, qoxu, dad bilmə, bunların hiss orqanlarına aiddir. Və qeyd eləyək ki, yenə də deyirəm, gözlərdə 6 dənə göz qapağı var. Bəzi quşlarda hətta görmə hissiyatı daha yaxşı inkişaf edib deyirik. Eşitmə, qulağı 3 şöbədən ibarətdir. Qoxu, bunlarda qoxu və dəri hissiyatı zəif inkişaf edib, amma dad bilmə hissiyatı yaxşı inkişaf edib deyirik. Və bir də bir şey deyim, xarici qulaq keçəcəyi əmələ gəlib. Qulaq seyvanı yoxdur. Qulaq seyvanı ilk dəfə məməlilərdə adını çəkəcəyik. Orta qulaqda isə ilk dəfə olaraq üzəngi sümüyü əmələ gəlib. Yəni, biz bilirik ki, orta qulaqda çəkic, zindan, üzəngi var. Birinci üzəngi sümüyü əmələ gəlib. Çəkiclə zindanı isə biz məməlilərdə deyəcəyik ki, ilk dəfə olaraq məməlilərdə əmələ gəlmişdi deyəcəyik. Deməli, keçək çoxalmasına, dedik ki, çoxalmasına görə quşlar qeyd etdik ki, ayrı cinsiyyətli heyvanlardır, mayalanma daxil edir, rüşeym inkişafı xaricdə gedir, yumurta qoymaqla çoxalırlar, diri bala doğan quş yoxdur deyirik və biz qeyd eləyək ki, ontogeniz zamanı biz deyirik ki, mayalanmadan sonra inkişafı xaricə qoyulan yumurta içində gedən canlılar, sürünənlər, quşlar və ilk məməlilərdir deyəcək. Belə quşlar da bunların içərisindədir ki, mayalandıqdan sonra deməli, inkişaf mayalandıqdan sonra xaricə qoyulan yumurta içərisinə gedən canlılardır. Quşlarda instinktlər mövcuddur, quşlar nəsil qayğısına qalma var. Məsəl üçün deyirik ki, quşlarda yumurtanın üzərində kürt yatmasına görə, məsələn, dəvə quşların yalnız erkəkləri yumurta üzərində kürt yatır. Lakin toyuqlardır, qazlardır, ördəklərdir, tetralardır. Bunlarda isə dişilər yumurtanın üzərində kürt yatır. Və yumurtadan çıxan balanın inkişaf tiplərinə görə biz bölürük bunları iki qrupa. Cücə balalı quşlar və ətcə balalı quşlar. Cücə balalı quşlar anadan olduqda üzərləri embrion lələkləri ilə örtülü olur. Gözləri açıq olur. Onlar sərbəst bir müddətdən sonra ananın dalınca düşərək sərbəst qidalanmağa başlayırlar. Ətcə balalılar isə əksinədir. Embrion lələklər olmur, gözləri bağlı olur, aciz olurlar. 10-60 gün, minimum 10, maksimum 60 gün ana tərəfindən bəslənirlər deyirik. Və bir də var aralıq quşlar, yəni keçid təşkil edən quşlar. Bunlar hər ikisində əlamətləri var. Hansılardır və bu da əzbərdir. Deməli, cücə balalı quşlar nə oldu? Toyuq kimilər, yəni toyuqlardır, qazlardır, ördəklərdir, dəvə quşudur, durnadır, bunlar. Ətcə balalı quşlar sərçələrdir, göyərçinlərdir, ağac dələn kimilərdir, tutuquşulardır. Aralıq da dedik ki, qızıl quş kimlərdir, leyləklərdir, bayquşlardır. Bunlar isə aralıq mövqe daşıyan quşlardır və bunlar əzbərdir müəllimlər. Bu hissə əzbərlənir. Gəlin bir dənə quş yumurtasının quruluşuna baxaq. Ümumiyyətlə qeyd eləyək ki, quş yumurtası biz çoxalma ontogenizi keçəndə əgər yadınızdadsa orada vurğulamışdıq ki, bəzi canlılarda yalnız yumurta bütünlükdə, yumurta sarısı bütünlükdə bölünməyə məruz qalır və yumurta sarısı çox olanlarda yalnız rüşeym diski bölünür və quşlar da belə canlılara aiddir, sürünənlər, quşlar, ilk məməlilər ki, bunlarda yalnız rüşeym diski bölünür. Ümumiyyətlə, quş yumurtasının quruluşuna diqqətlə baxaq, müəllimlər. Yumurtanın qabığı xaricdən üst pərdə və qabığın altındakı alt pərdə.
Deməli, baxın, elə bilin ki, belə düşünün. Yumurta, üstdən yumurtanın qabığı, bunun üstündə bir dənə də pərdə var. Bunun altında da bir dənə pərdə var. Baxın. Üstündəki pərdə yumurtanın xarici təsirlərdən qoruyur. Hətta görürsüz, yumurtanın kürtünün altına qoyanda yumurlar ki, o yuyanda o pərdə yırtılır və içəri mikroorqanizmlər keçir. Ona görə də onu yumurlar. Altdakı o narıncı rəngdə çəkdiyim pərdə isə qabığın altındakı pərdədir. Və bunların arasında bu yumurtanın qabığı ilə, bax bunun bax bu arasında yerləşənə deyirlər hava kamerası. Bu hissədə özünü göstərir belə, hava kamerası deyirlər ona. Yəni yumurta qabığı ilə alt pərdənin arasındakı yerə, boşluğa hava kamerası deyirlər. Və yumurta sarısı, şəkilə qaydaq. Yumurta sarısı da müəllimlər, onun yuxarı hissəsinə rüşeym diski yerləşir və xalazlar ciyələr vasitəsilə bağlanır. Bu xalazlar da onu bir istiqamətdə, yəni istiliyə doğru hərəkətlətdirir həmin rüşeym diskini. Çünki orada maylanmış yumurta hüceyrə ziqot yerləşir. Və qeyd eləyək ki, quşlarda eyni zamanda bayaq da dedim ki, rüşeym diski bölünməyə məruz qalır deyirik. Belə, bundan başqa məsəl üçün deyə bilərik ki, nasil qayğısına qalmasına görə də quşlar yüksək inkişaf eləmiş canlılardır. Belə ki, bəzi quşlar vardır ki, məsəl üçün köhnə kitablarda var idi, qu quşu, kayra, məsəl üçün qu quşu deyir ki, onlar ümumiyyətlə yuva qurmayan quşlar. Ümumiyyətlə qu quşu yuva qurmurdu və yumurtasını başqa quşların yuvasına aparıb qoyurdu. Kayralar isə o qayalarda yarıqlar olur, qayaların arasında ora qoyurdular. Pingvinlər isə barmaqları arasında olan dəri pərdənin içərisinə qoyurlar. Keçək müəllimlər əzbər tələb edən yerlərə, yəni hansı ki quşların ekoloji qruplarına. Quşların ekoloji qrupları bir neçə hissəyə bölünür. Məsəl üçün, tutaq ki, yer dəyişməsinə görə quşları bölürük 3 qrupa. Deməli, oturaq quşlar, köçəri quşlar, uçub gedən quşlar. Oturaq, köçəri, uçub gedən. Bu yer dəyişməsinə görə. Oturaq elə adından göründüyü kimi yaşadıkları yeri, yəni öz yuvalarını heç vaxt tərk etmirlər. Bunlar hansılar ola bilər? Ən çox dərsliyinizdə də olan quşlardır bunlar. Məsəl üçün, nə zaman çıxıb çölə baxsaz, çöl göyərçinini görürsünüz. Çöl göyərçini, ev sərçəsi. Bax, bu quşlar daim görünür. Bir də saxsağan. Zığzığ da var, zığzığ da var, ağac dələndə var. Zığzığ, ağac dələn bunlar da var. Amma ən çox göyərçindir, sərçədir, saxsağandır. Bir də Qara qarğalar. Bəli. Deməli, bax, bunlar olur oturaq quşlar. Yəni, dərslikdə nədirsə, onları deyirik. Göyərçindir, sərçədir. Yəni, göyərçin də hansı? Çöl göyərçini. Çöl göyərçini, ev sərçəsi. Sonra, köçəri quşlar deyir ki, belə deyək də, 100.000 kilometr uzaqlaşa bilirlər. Yəni, köçəri adına baxın, köçəri. Yəni, onların dəqiq yeri olmur da. Elə bir ki, yaz gələnə qədər müəyyən bir yerlərə çıxıb gedirlər. Haradasa 100.000 kilometr uzaqlaşırlar. Dəqiq yerləri olmur. Hansıdır? Qarğa, amma boz qarğalar. Boz qarğalar, sonra arı quşudur, zağcadır. Bax, bunlara aiddir. Uçub gedənlər isə bunların daimi məskənləri olur. Yəni, bunların daimi yerləri olur. 10.000 kilometrə qədər məsafə qət edə bilirlər. Məsəl üçün, qazlardır, ördəklərdir, qaranquşlardır, sarı köynəklərdir, bülbüllərdir, uzun qanad quşudur. Bax, bunlar ümumiyyətlə köçəri quşlar, uçub gedən quşlardır. Növbəti, qidalanmasına görə quşları bölürlər. Bitki yeyənlər, yırtıcılar, həşərat yeyənlər və hər şey yeyənlər olmaqla 4 qrupa. Bitki yeyənlərə aiddir meşə xoruzları, tetralar, payız bülbülləri. Bunların, biz bilirik ki, biz demişdik ki, deməli, bunların əsasən nə ilə qidalanır bunlar? Meyvələrlə, toxumla. Sonra həşərat yeyənlərə ağaçdələnlərdir, kolibirlərdir. Məsəl üçün, deyirik ki, ağaçdələndən biz bilirik ki, onların dimdikləri nazik, uzun olur, uzun barmaqları olur, iti caynaqları olur. Yırtıcı quşlara aiddir. Yırtıcı quşları gecə və gündüz yırtıcıları olmaqla 2 qrupa bölürlər. Gündüz yırtıcıları qartaldır, şahindir, qırğıdır, leydir, sardır və s. Gecə bayquşlar və yapalaqlardır. Deyirik, bayquşların
deməli sakit uçmasının səbəbi bədəndə lələ örtüyünün çoxalması və yüngül, yumşaq olması ilə əlaqədardır. Gözləri deməli yaxşı inkişaf edib, özü gözlər başın önündədir deyirik. Bayquşların bir xarakter cəhəti də budur ki, gözlər başın önündə yerləşir. Və qeyd eləyək ki, yırtıcı quşlar ümumiyyətlə deyirlər ki, əksərən torpaq üzərində bunlar gəzmirlər. Bunların dimdikləri qısa, güclü olurlar. Sonra məsəl üçün deyirik ki, aşağı hissəsində qarmaq şəklində əyilmiş olur. Döş və ayaq əzələləri güclü inkişaf edirlər və arxa ətraflarında iti caynaqları olur. Hər şey yeyənlərə sahib eləmək olar, sərçələri, qarğaları, kərkəzləri, sərçələr, qarğalar və 6-cı sinifdə də kərkəzlər keçmişdik. Bunlar hər şey yeyən quşların içərisindədir deyirik. Keçirik həyat tərzinə görə. Həyat tərzinə görə biz quşları bölürük 4 qrupa. Meşə quşları, açıq sahə quşları, sahil və bataqlıq quşları və su quşları olmaqla 4 qrupa bölünürlər. Birinci meşə quşları. Meşə quşlarına aiddir ağac dələnlər, arı quşu, qara toyuq, tetra, meşə xoruzu. Deyir ki, bunların qanadları qısa, quyruqları uzun olur. Niyə qanadları qısa, quyruqları uzun olur? Bu ağaclarda, meşədə yaşayırlar axı. Ağaclardan uçub rahatlıqla, yəni böyük quyruq, qanad axı hər yerə ilişə bilər. Ağacda olan mühitdə axı. Uçmanı asanlaşdırmaq üçün bu cür görkəm alıblar. Açıq sahə quşlarına aiddir. Doydaqlar, durnalar, dəvə quşu. Deyir ki, bunların, belə deyək də, bayaq dedik ki, dəvə quşunun ümumiyyətlə döş sümüyü, döş tili yoxdur. Buna görə də uça bilmir. Eyni zamanda körpücük sümüyü də reduksiya oluyub dəvə quşunun. Və dedik ki, 4 ətrafı 10 barmağı var. Deyirik ki, ümumiyyətlə açıq sahə quşları ayaqları güclü olur, onların boyları uzun olur. Nəyə görə? Açıq sahə deyirik. Baxın, təhlükəni hiss edə bilmək üçün, yəni təhlükəni gördükdə qaça bilməsi üçün. Sahil və bataqlıq quşlarına aiddir. Leyləklər, bağlar, ibislər də o vaxtlar yazırdılar. Bunlar nəyə xidmət edir? Bunların deyir, ətrafları və boyunları uzun olur ki, bu da ətraf boyun uzun, dimdikləri uzun. Bu da deyir ki, onlar suda islanmasınlar deyənə, yəni onların ayaqları, hətta onlara bəzən caydaq ayaqlar da deyirdilər, uzun ətrafları olduğuna görə. Suda onlar islanmasın deyənə. Su quşları, məsəl üçün, qazlardır, ördəklərdir, pingvinlərdir, qu quşlardır, bunlar su quşlarına aiddir. Biz qeyd edirik ki, su quşlarının ətrafları digər quşlardan fərqli olaraq, elə bilin bir dənə qazları yadınıza salın. Bədənləri uzun sovdur və onların ayaqları ördəklərdə, qazlarda olduğu kimi bədənin arxa hissəsinə, quyruğa yaxın yerləşir. Bu da üzmək üçündür, yəni üzməni asanlaşdırmaqdan ötürüdür əslində. Bunların lələ örtüyü çox sıxdır. Bunların barmaqları arasında üzmə pərdəsi var. Məsəl üçün, qazın arxa ətrafında biz dedik ki, neçə dənə barmağı var? 4 barmağı var, 3-ü önə, 1-i arxaya, 3 dənə də üzmə pərdəsi. Neçə üzmə pərdəsi var deyəndə nə deyəcək? 4 barmağının 3-ü önə, 1-i arxaya, deməli 2 üzmə pərdəsi. Qazların, ördəklərin arxa ətraflarında 4 barmaq var, 3-ü önə, 1-i arxaya. Neçə üzmə pərdəsi olacaq siz bilən burada? Deməli, 4 barmaqsa 3 dənə üzmə pərdəsi. Bəli, 3. Cəmi 6 dənə üzmə pərdəsi olacaq deyirik. Yəni, biz bilirik ki, hər barmağın arasında bir dənə üzmə pərdəsi var axı. Ona görə 6 dənə üzmə pərdəsi götürəcək. 3-ü bir barmaqda, 3-ü də bir barmaqda. Dörd pərdə var, müəllimə. Baxın, 4 dənə barmaqdır. Biri arxayadır, qaldı orada 3 barmaq qabaqda. 3 barmağın da hərəsinin arasında baxın, yəni bir 2 dənə, var. ay sağ olun. Bax burada 2 dedim, sonra 3 düzəltdim. Baxın, 4 dənə barmağı var. Ümumiyyətlə su quşlarında qazlardır, ördəklərdir, qu quşlardır, pingvindir. 3 barmağı önədir, göyərçin kimi, biri arxayadır da. Ona görə də 2 pərdə. Yəni öndə 3 barmaq qalır axı. 3 barmağın da baxın barmaqların arasında 2 pərdə birində ki, cəmi 4 pərdə. Deməli 4, 8 dənə deyəcək barmağı var. 8 dənə caynağı var. 8 barmaq, 8 caynaq, 4 dənə də üzmə pərdəsi var. 4 dənə də üzmə pərdəsi var. Çünki bir barmaq arxayadır və o barmaq arasında üzmə pərdəsi olmur da, belə deyək. Sonra nə qaldı bizdə? Demək dedik ki, bunların ətrafları da digər quşlardan fərqli olaraq qazları, ördəkləri yadımıza salaq. Ətrafları sanki deyir
arxa tərəfə doğru olurlar. Məsəl üçün görək burada baxın şəkillərə. Elə bilin ki, deyir, ayaqlar bədənin arxa hissəsinə doğru, yəni quyruğa doğru yerləşirlər. Bu da suda üzməklə əlaqədar baş verən uyğunlaşmadır deyir. Eyni zamanda pingvinlər deyir, quruda durduqda onların bədənləri şaquli vəziyyətdə, bədənə şaquli vəziyyətdə durur olar pingvinlər. Və biz qeyd etdik ki, pingvinlərin döş sümüyünün üzərində til var, amma onlar uça bilmirlər. Və eyni zamanda suda üzə bilirlər. Suda üzən zaman pingvin həm arxa ətraflarından istifadə edir, həm də qanadından. Yəni pingvin uça bilmir, qanadından üzmək üçün istifadə edir. Həm arxa ətrafları, həm də qanadlarının köməyi ilə suda üzürlər. Döş tili var, amma onlar dedik ki, uçmur və quruda necə dururlar dedik, bədəni şaquli vəziyyətdə dururlar. Nəsil qayğısına qalma varmı bunlarda? Bəli, var. Nə cürdür? Məsəl üçün yumurtalarını barmaqlarının arasında olan dəri pərdənin içərisinə qoyurlar. Bayaq qeyd etdik ki, qu-quşu ilə kayranın yuvası yoxdur. Qu-quşu başqa quşların yuvasına, kayra isə qayalardakı o yarıqların içərisinə qoyurlar. Pingvinlər isə barmaqların arasında olan dəri pərdənin içərisinə qoyurlar, belə deyək. Yəni onların da nəsil qayğısına qalma, onlarda da mövcuddur. Müəllimə, o quşu deyək, yoxsa ququ quşu? Əslində mənim yadımda ququ quşu qalıb. Ququ. Qu-quşu idi mən biləm, baxaq bir dəqiq. Ququ. Qu-quşu, bəli, düzdür. Düzdür müəllimə, bəli. Bu qazlara aid, amma ququ quşunun yuva parazitizmi var. Doğrudur. Hə, qu-quşu Yekə ağqaz var. düzdür. Qu-quşu həm də ki müəllimə bəli, müəllimə düz deyir. Qu-quşu axı su quşlarına aiddir. O müəllimlər salfetkalar var, müəllimlər mavi rəngdə üzərində. Bax, onlardır qu-quşları. Hə, qu-quşu. Bəli, daimi cütlər. Bəli, onlar daimi cütlər əmələ gətirir. Yəni dəyişilmir də cütləri, onlarda daimi cütlər olur. Quşu balaca quşdur, balaca. Bəli, doğrudur. Baxın deyir, burada da var. Yuva parazitizmi olanlar. Bəli, baxın burada da var. Qu-quşu, o salfetkanın üzərində olan quşlardır. Qu-quşları daimi cütlər əmələ gətirir. Bəli. O siz deyən, bəli, qu-quşları da olar. Doğrudur müəllimə. Sonra bizdə nə qaldı? Bunları dedik, hə, bu da bax, yenə meşə quşlarıdır, şəkillərini veribdir və yaxud da açıq sahə quşlarıdır, durnalar, doydaqlar, sonra sahil bataqlıq quşlarını veribdir, su quşlarının şəkli var. Məsəl üçün, deyək qu-quşu, hə, bax, budur qu-quşu. Burada şəkildə var. Deyək, budur müəllimə, burada qu-quşu. Sonra burada nə qaldı bizdə? Hə, bir də burada quşların əhəmiyyəti var ki, quşlar biz bilirik ki, deməli, onlar nə edirlər? Kiçik həşat və kiçik gəmircilərlə qidalanmaqla onların sayının azalmasında rol oynayırlar, sanitar rolunu oynayırlar. Eyni zamanda qida zəncirində mühüm rol oynayırlar. Yəni, digər canlıların qidasını təşkil etməklə qida zəncirində mühüm rol oynayırlar deyirlər. Bitkilərin tozlanmasında iştirak edirlər. Məsəl üçün, kolibri quşu, bəli, balaca bir quşdur. Hətta köhnə kitablarda belə bir fikir var idi ki, arxaya onlar... Bəli. Köhnə kitabda belə bir fikir var ki, onlar arxaya doğru uça bilir. Hətta belə bir test də düşmüşdü ki, arxa-arxaya uça bilən quş hansıdır? Kolibri quşudur. Dimdiyi vasitəsilə, deməli, nə edir? Dimdikləri ilə onlar həm çiçəyin nektarı ilə qidalanırlar, eyni zamanda bitkilərin tozlanmasında iştirak edirlər və bir də bir şey qeyd edeyim ki, meyvə və toxumların, quşlar eyni zamanda həm çiçəklərin tozlanmasında, həm də meyvə və toxumların yayılmasında da deməli, mühüm rol oynayırlar. Onların rolu bu baxımdan da böyük bir rol oynayırlar deyilir.